Salam əziz müəllimlər, müdavimlər və abituriyentlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dil və ədəbiyyat müəllimi. Sizlər üçün bu videoda MHM test toplusundan saydan olan sualları izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, əziz müəllimlər, hazırda həm MİQ, həm də sertifikasiya üzrə dərslərimizə qeydiyyat davam edir. Əgər siz də dərslərimizə qoşulmaq istəyirsinizsə, eyni zamanda dərslərimiz barədə daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, o zaman 055 314 2298 nömrəsinin WhatsApp-ına zəng edə və ya yaza bilərsiniz. İndi isə başlayaq sualların izahına. Baxaq birinci suala. Sayla bağlı verilən fikirlərdən biri yanlışdır. İsim eyni zamanda həm say, həm də sifətlə işlənərsə, əsasən say sifətdən sonra gəlir. Bu fikir yanlışdır. Çünki həm isim, həm sifət, həm də say olarsa, bu zaman say sifətdən sonra yox, say sifətdən öncə gələr. Məsələn, 5 qırmızı kitab, yaxud da ki 5 qırmızı corab. Burada qırmızı sifətdir, corab isimdir, 5 saydır. Say sifətdən sonra yox, say sifətdən öncə gəlir. Ona görə fikir yanlış olduğu üçün, yanlış istənildiyi üçün cavab A variantıdır. Əsasən isimlə bağlı olur və isimdən əvvəl işlənir. Bu doğru fikirdir. Sifətdə, sayda əsasən isimlə bağlı olub, isimdən əvvəl işlənir. Əşyanın sırasını və ya miqdarını bildirir. Doğru fikirdir. Saydan sonra gələn söz cəm şəkilçisi qəbul edə bilər. Bəli, qəbul edə də bilər, etməyə də bilər. Doğrudur. Neçə, nə qədər, neçənci suallarına cavab verir. Bu da doğru fikirdir. Hətta sayın hansı sualı da var, sıra sayının. Yanlış istənildiyi üçün cavab olur A variantı. Növbəti ikinci sual. Hansı fikir yanlışdır? Saydan müxtəlif sözlər yarana bilər. Bəli, məsələn, birgə sözü, zərf yaranır, birlik, birləşmək, yəni müxtəlif intiqsələr yarana bilər. Bu doğru fikirdir. Birincilik, azlıq tipli saylar isimləşmişdir. Yanlış fikirdir. Çünki bir sözün kökü, birinci leksik, lik leksik, az sözün kökü, lık leksik. Birincilik, azlıq artıq saydan düzəlmiş isimlərdir. Yəni isimləşmiş say deyil. İsimləşməyib. Nitq hissəsini dəyişibdir. İsimləşmə o zaman olardı ki, ismə məxsus cəm, hal, mənsubiyyət şəkilçisini qəbul edərdi və ya isimin suallarını qəbul edərdi. İsimin sualına cavab verərdisə isimləşərdi. Amma ismə məxsus leksik şəkilçi qəbul edir. Artıq burada leksik şəkilçi qəbul etdiyi üçün isimləşmir. İsim olur. Saydan isim düzəlir. Yanlış olan B bəndidir. Saylar isimləşmədən də xəbər ola bilir. Doğru fikirdir. Say xəbəri şəkilçisi qəbul edib cümlədə xəbər olur və onun isimləşməsi sayılmır. Birinci, birlik, birgə sözlərinin kökü saydır. Bir sözün kökü inci leksik, bir sözün kökü lik leksik, bir sözün kökü gəl leksik. Bəli, bunların hər birinin sözün kökü birdir və bir də saydır. Eyni söz yerinə görə zərf və say kimi işlənə bilər. Doğru fikirdir. Məsələn, az sözü. Az adam. Özündən sonra isim gəldikdə say olacaqdır. Az oxu, az danış. Burada isə özündən sonra feil gəldiyi üçün zərf olacaqdır. Yəni, eyni söz həm zərf, həm say kimi işlənə bilər. Bu da doğru fikirdir. Yanlış istənildiyi üçün cavab olur B bəndi. Sual 3. Fikirlərdən hansı səhvdir? Biraz, bir qədər saylarından sonra gələn isimlər cəmdə olur. Bu yanlış fikirdir. Çünki biraz, bir qədər saylarından sonra gələn isimlər təkdə olur. Elə yanlış istənildiyi üçün cavab A variantıdır. Onlarla yüzlərcə tipli saylardan sonra gələn isimlər cəmdə ola bilir. Bu doğru fikirdir. Ola da bilər, olmaya da bilər. Onlarca, yüzlərcə, çox, çoxlu saylarından sonra gələn isimlər həm təkdə, həm cəmdə ola bilər. Bir sıra bir çox sayından sonra gələn isim həmişə cəmdə olur. Yerdə qalan saylardan sonra gələn isimlər isə təkdə olur. Bir də müəyyən miqdar saylarında normalda təkdə gəlməlidir. Sadəcə bəzi müəyyən miqdar saylarından sonra zaman mənası bildirən il, əsr olsa və zaman məzmunu bildirsə, bu zaman isim orada cəmdə gəlir. Bu da qrammatik norma pozuntusu sayılmaz. Məsələn, 1000 illər bundan öncə. Orada illərin cəmlənməsi norma pozuntusu sayılmır. Yerdə qalan məqamlarda müəyyən miqdar sayından sonra gələn isim təkdə olmalıdır. Keçək C variantına. Çoxlu sayından sonra gələn isimlər həm təkdə, həm cəmdə ola bilər. Bəli, az öncə vurğuladıq. Çoxlu, çox, yüzlərcə, onlarca həm təkdə, həm cəmdə ola bilər. Biraz, xeyli saylarından sonra gələn isimlər təkdə olur. Doğrudur. Bir qədər, bir neçə saylarından sonra gələn isimlər təkdə olur. Bu da doğrudur. Sadəcə siz çox, çoxlu, yüzlərcə, minlərcə bunları yadda saxlayın ki, bu tip saylarda həm tək, həm cəm. Bir sıra bir çoxdan sonra həmişə cəm, yerdə qalanlarda isə təkdə gəlməsi tələb olunur. Sual 4. Verilən fikirlərdən hansı doğrudur? Saylar aid olduğu isimlə birgə işlənəndə qrammatik şəkilçi qəbul edir. Saylar aid olduğu isimlə birgə işlənəndə ismə məxsus qrammatik şəkilçinin təbii ki, qəbul edir fikri yanlışdır, çünki qəbul edə bilmir. İsimləşsə artıq o ismə məxsus qrammatik şəkilçi qəbul edə bilər, amma isimlə, aid olduğu isimlə birlikdə işlənənsə
təbii ki, o isimləşməyəcək və ictimai çəkici də qəbul etməyəcək. Bu yanlış fikirdir. Say cümlədə hərəkətə aid ola bilmir. Yanlış fikirdir. Məsələn, nümunə deyə bilərik ki, 5 aldım. Yəni 5 qiyməti aldım bu mənada. Özündən sonra feil gələ bilər. Bu yanlışdır. Azlıq, azalma, qazğın sözlərinin kökü saydır. Az sözün kökü lıq leksik, az sözün kökü al leksik, az sözün kökü lın leksik. Birinci və ikincidə az sözlərin kökü, yəni bu sözlərin kökü az saydır. Lakin azğındağın feilə qoşulduğu üçün burada azmaq feilindən azğın sözü yaranır. Yəni burada üçüncü sözdə az feil olduğu üçün fikir yanlışdır. Sıra sayları qeyri-müəyyənlik məzmunu bildirə bilər. Doğru fikirdir. Məsələn, 90-cı illər. 90-cı illər dedikdə konkret deyil. Burada qeyri-müəyyənlik məzmunu bildirə bilər. Bilmirik 91-dir, 92-dir, 93-dür, 94 yoxsa 99-dur. Ona görə sıra sayları bu məqamda, yəni 90-cı illər, 80-ci illər və s. bu məqamda qeyri-müəyyənlik məzmunu bildirə bilər. Doğru fikir D variantıdır. Say mürəkkəb sözün tərkib hissəsi kimi çıxış etmir, yanlışdır. Məsələn, bir sıra. Orada bir saydı, bir sırada mürəkkəb saydı. Eyni zamanda say digər mürəkkəb sözlərin də tərkibində iştirak edə bilər. Məsələn, 4 künc, çox mərtəbəli və s. Sonra sual 5-ə baxırıq. Çox kitablar oxudum, zənn elədim bəxtiyaram. Mənə çox mətləbi ahəstə qandırdı muğam. Nümunədəki sayların təhlilinə aid olan fikirləri müəyyən edin. Yəni doğru fikirləri seçməliyik. Baxaq. Sayların hər ikisi təsirli hallı ismə aiddir. Sayı tapaq. Biri çoxdur, digəri də çox sayıdır. Bəli, 2 say var burada və hər ikisi təsirli hallı ismə aiddirmi? Mətləbi, qandırdı, nəyi mətləbi, oxudum, nəyi kitabları. Burada kitablar qeyri-müəyyən təsirli haldadır. Mətləbi isə müəyyən təsirli haldadır. Yəni, ikisi də təsirli hallı olduğu üçün və isim olduğu üçün bu doğru fikirdir. Çox sayları hər ikisində təsirli hallı ism aiddir. Çoxluq, çoxal sözləri eyni köklü saylardır. Sözləri ilə eyni köklü saylardır. Burada sözün kökü çoxdur. Digərlərində isə çox, çoxluq, çox, çoxal. Əslində çoxluqla çoxal sözləri bir-biri ilə eyni köklü yarada bilər. Lakin çox sözündə leksik şəkilci olmadığı üçün çox sözü digər iki sayla eyni köklülük yaratmır. Çünki leksik şəkilci eyni köklü sözdə mütləq olmalıdır. Yəni söz mütləq düzəltmə olmalıdır. Kökləri eyni olmalıdır, eyni mənanı verməlidir və eyni hissəsi olmalıdır. Bu 4 tələbdən biri pozulursa bu eyni köklülük yarada bilməz. Burada da elə birinci tələb leksik şəkilcinin olmaması olduğu üçün, yəni yox olmadığı üçün ona görə bu eyni köklülük yarada bilməz. Bu yanlış fikirdir. Cümlə üzvü kimi təyin rolundadır. Baxaq. Nə etdi, qandırdı, nə muğam, necənci, nə tərsə, ahəstə, nəyi mətləbi, nə qədər çox. Burada təyindir. Oxudum nəyi kitabları, nə qədər çox. Burada da təyindir. Hər ikisində təyin olduğu üçün cavab olur, biri də 3, yəni doğru fikirdir. Sayılar ismi xüsusiyyətini daşıyır, xeyr. Onlar təyin rolundadır, hansı sualına cavab verir. Daha doğrusu qeyri-müəyyən əvəzli olduğu üçün hansı sualına yox. Çox oxudum, nə qədər sualına cavab verəcəkdir. Çünki hansı sualına cavab verən sıra sayılarıdır. Müəyyən miqdar sayı qeyri-müəyyən eləcə kəsr sayıları hansı sualına cavab verə bilmir. Ancaq təyindir, təbii ki, isimləşməyib, ismə aid heç bir şəkilci də qəbul etməyibdir və aid olduğu ismin yanında işlənib. Doğru fikirləri soruşduğu üçün cavab olacaq 1, 3, yəni E variantı. Sual 6. Kökü sayla homonim olan sözlərin işləndiyi cümləni müəyyən edin. 1, birgə. Burada sözün kökü saydı və kökü sayla homonim olan söz işləndiyi üçün bir say özü ilə homonimlik yaratmır. Bir ədəd bir də say ola bilər. Burada say olduğu üçün götürmürük. Sizin sözlərinizin bizi yolumuzdan azdırmır. Sizin sözləriniz azmaq, azdırmaq, azdırmır. Burada azmaq feildir və az saylı homonimlik yarada bilir. Ona görə 1, 2-dir. Düşmən mindirsə əqidəsi 1 olmalıdır. Burada min yəni saydır. Say da özü ilə homonimlik yaratmır. Min feillə homonimlik yaradır. Bizə isə lazım idi sayla homonim olan söz. Yəni həmin söz say olmasın, başqa intiqsəsi olsun ki, sayla homonimlik yarada bilsin. 3 də deyil. Özgə adına minən, minmək. Burada minmək feildir. Min saylı homonimlik yaradır. 1-i 4-dür. Atılan güllə uşaqları səksəndirdi. Səksəndirmək qorxmaq mənasındadır. Səksənmək feildir. Feil də 80 sayı ilə 80 feili 80 saylı homonimdir. Ona görə 1-i də 5-dir. 2, 4, 5 doğru cavab olacaq A variantı. Daha sonra sual 7. İsmi xüsusiyyətini daşıyan sayın işləndiyi cümlələri müəyyən edin. Gözəllik 10-dur, 9-u dondur. Deməli, 9-u dondur. Nəyi 9-u? 9 sözün üzərinə ismi məxsus şəkilçi qoşulubdur. 9-u təsirli hansı şəkilçi. Deməli, isimləşibdir. 1-i 1-dir. Azlığın səsi eşidilmirdi. Burada ümumiyyətlə say yoxdur. Az sayından azlıq ismi düzəlib və azlıq isimdir. Ümumiyyətlə bu cümlədə say yoxdur. Kitabların çoxu mənsubiyyət şəkilçisi qəbul edib çox sayı isimləşibdir.
Bizim uğurumuz çoxdur. Xəbəri şəkilçi qəbul etmiş say isimləşmiş demək deyil. Sadəcə həmin say əgər ismin sualına cavab verərsə bu zaman isimləşmiş sayılır. Yoxsa hər xəbəri şəkilçi qəbul etmiş sözə isimləşmiş deyə bilmərik. Burada isimləşməyib nə qədərdir? Birincilər dərsdə fəal idilər. Birincilər cəm şəkilçi qəbul edib isimləşibdir. 1, 3, 5 cavab olur B variantı. Növbəti 8. Hansı cümlələrdə say təyin vəzifəsindədir? Dəqiqə buranı silək. Aha. Birinci gün digərlərindən ağır keçdi. Nə etdi? Ağır keçdi. Nədən? Digərlərindən. Nə ağır keçdi? Deməli gün, hansı gün? Birinci gün. Burada birinci təyin rolundadır və saydır. Cavabın biri 1-dir. Üz tutduğum adamlar da bir-bir yoxa çıxırlar. Bir-bir zərfdir. Ümumiyyətlə bu cümlədə say yoxdur. Son maşından sonra kitab rəfində xeyli artım müşahidə olundu. Müşahidə olundu. Nə müşahidə olunurdu? Artım. Nə qədər artım? Xeyli. Xeyli saydı və burada da təyin vəzifəsindədir. Onun çoxlu arzusu var idi. Var idi. Nə var idi? Onun arzusu. Üçüncü növ təyin söz birləşməsi olduğu üçün çoxlu sözü söz birləşməsinin daxilində olduğu üçün müstəqil təyin kimi götürülə bilməz. 10-cu siniflər, növbə sizindir. Burada da 10-cu siniflər, 10-cu say olsa da xitab olduğu üçün cümlə üzvü kimi təhlil oluna bilmir. Yəni, təyin rolunda çıxış edən saylar 1 və 3-də olduğu üçün cavab olur A. 100 dəlili canını ala bilmədi, indi bir ağıllı qəsdimə durub. Burada 100, 1 saylardır. Müstəqil şəkildə cümlə üzvü olmayan say var. Baxaq, qəsdimə durub. Kim ağıllı, nə qədər ağıllı, 1, nə vaxt, nə zaman, indi. Canım ala bilmədi, kim dəli, nə qədər dəli, 100. Burada müstəqil şəkildə cümlə üzvü olmayan say işlənməyib. Çünki hər ikisi müstəqil şəkildə cümlə üzvüdür. İsmin xüsusiyyətini daşıyan say yoxdur. Çünki hər iki söz sualına cavab verir. Digər nitq səsi ilə homonim ola bilən saylar. Saylar yazıldığı üçün səhvdir. Say yazılsaydı digər nitq səsi ilə homonim olan say 1-i götürə bilərdik. Saylar yazdığı üçün hər ikisinə şamil olunmalı idi. Lakin 100 söz homonim olmadığı üçün bu, yəni doğru fikir ola bilməz. Sifətə aid olan saylar, dəli və ağıllı hər ikisi sifətdir və saylar hər ikisi sifətə aid olduğu üçün ortaq olan və doğru olan cavab D bəndidir. Təxmini miqdar sayı, məsələn 5, 6, 10, 15 bunlardır ki, burada təxmini miqdar sayı işlənməyibdir. Azı bilməyən, çoxu da bilmə cümləsində işlədilən sözlər hərəkətə aid olsa da morfoloji cəhətdən və morfoloji baxımdan say hesab olunur. Buna səbəb nədir? Baxaq, azı, çoxu. Bunlar ismə məxsus şəkilci qəbul edib zərf morfoloji cəhətdən say hesab olunur. Baxaq görək nə üçün? Sözlərdən biri təsrifli mənfi ilə aiddir deyə. Bilməyən təsriflənməyən feildir, lakin onun təsriflən mənfi ilə aid olmasına görə say deyə bilmərik fikri yanlış olar. Çünki istər təsriflənən, istər təsriflən mənfi ilə aiddirsə, onu zərf kimi götürürük. Sadəcə bilməyən, nəyi azı, bilməz, nəyi çoxu. Burada ismə məxsus şəkilçi qəbul edibdir, isimləşibdir. Ona görə buna morfoloji cəhətdən yeni də say deyəcəyik. Sözlərdən biri təsriflən mənfi ilə aiddir deyə bu fikir yanlışdır. Yalnız biri müstəqil cümlə üzvüdür. Xeyr, hər ikisi müstəqil cümlə üzvüdür. Köməkçi nitq səslə birgə işlənib deyə çoxu da bilməz. Burada köməkçi nitq səslə işlənib, amma onun morfoloji cəhətdən say hesab olunması üçün bir səbəb deyil. İsimləşərək miqdar bildirdiyi üçün, bəli, doğru fikir budur. Çünki isimləşiblər, amma məsələn az bilmək olsaydı orada az say olardı. Daha doğrusu zərf olardı özündən sonra feil gəldiyi üçün. Amma isimləşib ismin şəkilçisini qəbul edibdir. Sadəcə özündən aid olan ismini itiribdir. Məsələn, az məlumatı bilməyən çox məlumatı da bilməz. Yəni özünə aid olan ismini itirib isimləşibdir. Ona görə də isimləşərək miqdar bildirdiyi üçün morfoloji cəhətdən də say hesab olunur. Cavab dedi. Hər ikisi təsvirlənən feilə aid deyil deyə. Bu da yanlışdır. Orada biri təsvirlənən, biri də təsvirlənməyən aiddir. 11. Numerativ sözlə işlənə bilən hansı qeyri-müəyyən miqdar sayı neçə sualına cavab vermir? Numerativ sözlə işlənə bilən sayıları gəlin müəyyən edək. Xeyli numerativlə işlənmir, çoxlu numerativlə işlənmir, 5-6 bir çox da işlənə bilmir. 5-6 və bir neçə qeyri-müəyyən miqdar sayıları işlənə bilir numerativ sözlə. İndi isə deyək ki, müəyyən miqdar sayından neçə sualına cavab verməyən 5-6 nəfər, neçə nəfər, 5-6 neçə sualına cavab verir, lakin bir neçə sual sözü sayı nə qədər sualına cavab verir, neçə sualına cavab vermədiyi üçün cavab olur C variantı. 12. Hansı saydan sonra gələn isim cəm şəkilçisi düz artırılıb? Bu döyüşdə bir sıra igidlərimiz şəhid oldu. Burada igid sifətdir, yəni isim deyil. Cəmdə gələ də bilər, gəlməyə də bilər. Bir sıra bir çoxdan sonra gələn sifət olsa.
Şərt odur ki, isim cəmdə gəlsin. Sifət təkdə də gələ bilər, cəmdə də gələ bilər. Dünənki yarışda xeyli idmançılarımız uğur qazandı. Xeylidən sonra isimin cəmdə gəlməyi yanlışdır. Gərək bir çox kitablar götürüb hədiyyə edək. Bir sıra bir çoxdan sonra isim cəmdə gəlməlidir. Kitab da cəmdədir və burada isimin cəmdə gəlməsi düzgündür. Ona görə cavab olur C variantı. Bir neçə dostlarını da götürüb getmişdi qonşu kəndə. Bir neçə sayından sonra dost ismi cəmdə gəlməyi yanlışdır. Yüzlərcə cavanlarımız, cavan da burada sifətdir. Yüzlərcədən sonra təkdə də gəlsə düzdür, cəmdə də gəlsə düzdür. Sadəcə cavan sifət olduğu üçün E variantı da yanlışdır. Bizdən ismə cəm şəkilsinin artırılmağının doğru olduğunu istəyirdi və doğru cavab olur C. Növbəti sual baxırıq 13-ə. Uyğunluğu müəyyən edin. Saylar digər nitq hissələrindən fərqli olaraq əsasən saylardan düzəlir. Bu fikir doğru fikirdir. Saylar, yəni əsasən, həmişə yox, amma əsasən saydan düzəlir. Sadəcə sonuncu, axırıncı, filanıncı bu tip saylar başqa nitq hissələrindən düzəlir. Yəni yalnız saydan düzəlir fikri səhvdir, amma əsasən saydan düzəlir düzdür. Burada yanlış yazıb uyğunsuzluqdur. Sıra saylarından sonra gələn isimlər cəmdə işlənə bilməz. Yanlış fikirdir. 10-cu sinif, 10-cu siniflər. Həm təkdə, həm cəmdə gələ bilər. Burada doğru olduğu üçün uyğunsuzluqdur. Bir çox, bir sıra sözləri həm say, həm də zərf kimi işlənə bilir. Yanlışdır. Bir sıra və bir çox yalnız say ola bilir. Zərf ola bilməz. Yanlışdır. Burada da yanlış olduğu üçün uyğunluq C-dədir. Təqribi təxmini miqdar sayları yalnız nə qədər sualına cavab verir? Yanlışdır. Neçə sualına da cavab verir. Müəyyən miqdar saylarının quruluşca həm sadə, düzəltmə və mürəkkəb ola bilir. Müəyyən miqdar sayları quruluşca sadə və mürəkkəb olur. Düzəltməsi yoxdur. Fikir yanlış. Doğru olduğu üçün bu da uyğunsuzluq yaradır. Doğru cavab olur C. İsmi çəkici qəbul etsə də isimləşməyən say hansı cümlədə işlənibdir? Onun qiymətləri həmişə 5-dir. Neçədir? 5-dir. İsmə məxsus xəbəri şəkilsini qəbul edib, lakin öz sualına, yəni say öz sualına cavab verdiyi üçün isimləşməyibdir. 5-dir, neçədir? Ona görə doğru cavab A-dır. Biz bugün birincilik qazandıq. Burada birincilik isimdir. Yəni 1, birinci, birincilik. Ümumiyyətlə burada say yoxdur. Saydan düzəlmiş isim var. Sonuncular bu xəbəri bizə çatdırmışlar. İsimləşməyən İsmi çəkici qəbul edibdir və isimləşibdir. İsimləşməyən istəyirdi. Çoxunu isimləşibdir. Kimdən axırıncıları burada da isimləşibdir. Sual 15-ə baxırıq. Fərqləndirilmiş sözlərə əsasən uyğunlaşdırın. Ayın 10-udur, saat 10-dur. Burada U mənsubiyyət çəkicisi yazının növbəsində ixtisar olunubdur. Tələffüzdə üzə çıxacaq. Qeyri-müəyyən miqdar sayıdır. Heç biri qeyri-müəyyən miqdar sayı deyil. A olan cavabları variantdan silirik. Şəkici biçik yazılmalıdır heç birində. Çünki saat 10-dur, rəqəmlə yazıldığı üçün. Digərində də ayın 10-udur, rəqəmlə yazıldığı üçün şəkilçilər ixtisarla yazılmalıdır və devslə yazılır. Daha doğrusu ixtisar yox da devslə yazılmalıdır. Ona görə B variantı da heç birinə aid edilə bilməz. B də bizim variant ola bilmir. Yazılmayan şəkilci tələffüz zamanı ortaya çıxır. Ayın 10-udur. Burada U şəkilçisindən söhbət gedir. Ona görə 1-ə C yazırıq. 1-ə C. Daha sonra tələffüzündə səs artımı olmur. Səs artımı olmur. Baxaq, səs artımı olmayan əslində ikincidədir. K yazırıq. D-ni. 2-yə yazırıq D-ni. Daha sonra ismi birləşmənin əsas tərəfidir. Ayın 10-u, 3-cü nöqtəyin söz birləşməsidir. E-ni yazırıq bura. 1-ə C-yi, 2-yə D, 1-ə C-yi, 2-yə D cavab olacaq B bəndi. 16. Hansı cümlədə say müstəqil cümlə üzvü deyil? Biz burada 5-ci binanı da tikəcəyik. Nə edəcəyik? Tikəcəyik. Nəyi? Binanı. Hansı binanı? 5-ci. Burada müstəqil cümlə üzvüdür. 10-cular bu ili uğurla başa vurdular. Başa vurdular. Kim 10-cular? Mübtədədir, müstəqildir. Onlar 7-ci mərtəbədə yaşayanlardır. Burada onlar mübtədədir. 7-ci mərtəbədə yaşayanlardır. Hamısı birlikdə xəbər gedir. Çünki feil sifət olduğu üçün feili sifət tərkibi yaradır burada. 7-ci mərtəbədə yaşayanlardır. Və müstəqil cümlə olmayan say elə 7-ci saydır. Cavab olur C. Mən ikincini istəyirdim. İstəyirdim. Nəyi? İkincini. Burada müstəqildir. Az bəzən çoxdan da çoxdur. Çoxdur. Nədən? Çoxdan. Nə? Az. Nə vaxt, nə zaman? Bəzən. Burada da çoxdan, çoxdur, az saylardır və hər biri də müstəqil cümlə üzvüdür. 17. Numerativ sözün kəmiyyət fərqi yaratdığı cümləni müəyyən edin. 2 nəfər uşaq mübahisənin həllini axtarırdı. Burada kəmiyyət fərqi yoxdur. 2 nəfər, həqiqətən də 2-dir. Bəzən bağlı qapıları açarı bir dənə kitab olur. Bir dənə kitab, kitab 1-dir. Bir maşın qarpızda isə bilmirik ki, bir maşın qarpızda. Bilmirik deyənə, daha doğrusu bir maşın qarpızda bir dənə qarpız olmur ki, bir maşın qarpızda çox olur. Kəmiyyət fərqi yaratma deməkdir ki, rəqəmlə ümumi məzmun üstə düşmür.
Bir dənə kitabda 1-dir. 2 nəfər uşaqda 2-dir. Bir göz otaq 1 dənədir. 2 stəkan su 2 stəkandır. Lakin bir maşın qarpızda qarpızın sayı 1 deyil. Bax, bu olacaq kəmiyyət fərqi yaratmış numerativ söz. Hansı cümlədə say işlənib? Birincisi, bunu sizə mən demişəm. İkincisi, onun heç mövzudan xəbəri yoxdur. Burada birincisi, ikincisi say deyil, modal sözdür. Ona görə birincidə say işlənməyibdir. Bunun elə birincisi də, ikincisi də bizimdir. Birincisi, ikincisi saydır, 1-2-dir. Sizə neçə kitab lazımdır? Neçə burada əvəzlikdir, say yoxdur. Axı dedim ki, bunları 10-10 bura daşıyın. 10-10, 5-5, 3-3 eyni sayın təkrarla yarananlar, yəni müəyyən miqdar sayın təkrarla yaranan say yox, zərfdir. O bizə xoş bir mahnı oxudu, xoş 2 mahnı oxudu yox. O bizə xoş bir mahnı oxudu. Burada da bir ədəd olduğu üçün say 5-də də yoxdur. Cavab yalnız 2, yəni olur D variantı. Daha sonra növbəti sual 10 neçəyə baxdıq biz? 18. Daha sonra 19-a baxmalıyıq. Düzəltmə sıra sayının müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsi olduğu variantı müəyyən edin. İmperator sonuncu qocanın dediklərini hələ də düşünürdü. Düşünürdü. Kim? İmperator. Nəyi? Sonuncu qocanın dediklərini. D plus mənsubiyyət burada feil sifət olduğu üçün feil sifət feil bağlama məsələrin önündə təyin gələ bilməz. Ona görə də sonuncunu burada müstəqil təyin yox, tərkibin içinə daxil olmuş söz olacaq və müstəqil cümlə üzvü olmur. 15-ci kitabını bugün oxuyub bitirəcək. Burada düzəltmə sıra sayı istənilir, amma 15-ci mürəkkəb saydır. Hökümdarın dediyi sonuncu sözlər hər kəsi riqqətə gətirmişdi. Riqqətə gətirmişdi kimi hər kəsi, nə sözlər, hansı sözlər, sonuncu. Sonuncu düzəltmə sıra sayıdır və müstəqil şəkildə cümlə üzvünün ifadə vasitəsidir. Ona görə cavab C-dir. Gələcəyin hər zərrəsində keçmişin birinci addımlarını görürdüm. Görürdüm. Nəyi? Keçmişin birinci addımlarını. Keçmişin addımları üçüncü növ təyin söz birləşməsi olduğu üçün parçalanmadan birlikdə bir cümlə üzvü gedir və burada da müstəqil cümlə üzvü deyil birinci sözü. Əlinin yüzlərlə insana etdiyi yaxşılıq onu ucaldırdı. Burada da yüzlərlə sıra sayı yox, qeyri-müəyyən miqdar sayıdır. Sıra sayı ümumiyyətlə Y variantında yoxdur. 20. 100 nəfər, deməli cavab oldu C variantı. 100 nəfər məktəbli arasından ikincini də keçən anar birinci oldu. Nümunəyə əsasən uyğun fikri müəyyən edin. Doğrudan doğrunu, yanlışdansə yanlış fikri götürəcəyik. Bir sadə 2 düzəltmə isim işlənib. Baxaq, məktəbli burada düzəltmə isimdir. Arasında daha sonra keçən anar. Bir də anar var burada. Burada bir dənə düzəltmə isim var. 2 düzəltmə isim yoxdur. Ona görə bu fikir yanlışdır. 2-yə baxaq. Sayın hər iki məna növünə aid nümunə var. 100 müəyyən miqdar sayıdır, ümumiyyətlə miqdar sayıdır. Daha sonra ikincidə sıra sayıdır. Həm sıra, həm də miqdar var. Bu doğru fikirdir. Numerativ söz say ilə sifət arasında işlənibdir. 100 nəfər məktəbli. Məktəbli də isimdir. 100-də saydır. Burada say və sifət arasında işlənib, yazıb, yanlışdır. Say və isim arasında işlənib. Saylardan biri isimin xüsusiyyətini daşıyır. İkincini sözü, bəli, isimin xüsusiyyətini daşıyıbdır. Bu fikir də doğru fikirdir. Və doğrudan doğru 2, yanlışdan yanlış 3 olduğu üçün cavab olacaqdır 2, 3, yəni B bəndi. Növbəti sual 21. Sayla bağlı doğru fikirləri müəyyən edin. Saydan sonra gələn sifətlər cəmlənə bilməz, yanlışdır. Cəmdə də gələ bilər, təkdə də gələ bilər. Bu fikir yanlış fikirdir. Saylar aid olduğu isimlə işləndikdə belə öz sintaktik vəzifəsini itirə bilər. Yəni, sintaktik vəzifəsi nədir? Cümlədə təyin olmaqdır. Ola bilər ki, tərkibin içinə daxil ola bilər. Bu zaman təyin kimi işlənə bilməz. Tərkibin içinə daxil olub, birlikdə, yəni tərkib hansı cümlə üzvüdürsə, həmin cümlə üzvü ola bilər. Yaxud da ki, xitab ola bilər cümlədə. Özündən sonra isim gəlsə belə, yenə də sintaktik vəzifəsini, yəni təyin olma funksiyasını itirə bilər. Bu doğru fikirdir. Ona görə doğrunu soruşulduğu üçün 1-2 olacaqdır. Kəsr sayları tərkibi saylar hesab olunur. Bəli, tərkibi say ayrı yazılan deməkdir. 5-də 3, 10-da 5 və s. Mürəkkəb saylardır. Yəni, say işləndiyi sözlə birlikdə bəzən zərflik rolunda da çıxış edə bilər. Bəli, say işləndiyi sözlə birlikdə zərflik rolunda da çıxış edə bilər. Yenə, tərkib daxilində ola bilər ki, say tərkib yaradar. Daha doğrusu, saydan sonra feil sifət, feili bağlama məslər gələ bilər və tərkib daxilində ola bilər ki, zərflik funksiyasında çıxış edə bilər. Məsələn, belə bir nümunə deyə bilərik. 5 almaq üçün çox çalışırdı. Nə edirdi? Çalışırdı. Nə qədər çox? Nə üçün? Nə məqsədə? 5 almaq üçün. Burada 5 almaq üçün birlikdə məqsəd zərfliyi olacaqdır. Yəni, birlikdə, işləndiyi sözlə birlikdə zərflik funksiyasına çıxış edə bilər. Bu, doğru fikirdir. 4-ü də götürürük.
Bir sıra bir çox saylarını izah etdiyi isim təkdə də, cəmdə də gələ bilər. Səhvdir. İsim işlənirsə bir sıra bir çoxdan sonra yalnız təkdə yox, yalnız cəmdə gəlməlidir. Təkdə ola bilməz. 5 səhvdir. Doğru istənildiyi üçün cavab 2, 3, 4, yəni olur E variantı. 22. 50-cilik 15-ci eyni Venn diaqramı əsasında uyğunluğu tapırıq. Birinciyə baxaq. İsmin xüsusiyyətini daşıyan saydı səhvdir. 50-cilik artıq saydan düzəlmiş isimdir, say deyil. Ona görə isimdir, bu getdi. Kökü homonim olan bu söz isimdir. Sözün kökü 50-dir, 50-dir. Eyni zamanda homonimdir. 50, 50 ayaqlı cət mənasında, bir də 50 say. Bu doğru fikirdir. Cümlədə mübtədə kimi də işlənə bilər. Hər ikisi cümlədə mübtədə ola bilər. Bu da doğrudur. Ortada yazılıbdır. 2, 3. Quruluşca düzəltmədir, yanlışdır, ortaq ola bilməz. Çünki 15-ci mürəkkəbdir, 4 ortada yazılıb, ortaq ola bilməz. Hansı sualına cavab verə bilir? 15-ci haqqında doğrudur, çünki sıra sayı hansı sualına cavab verir? Nömrəti sözlə işlənə bilir? Xeyr, sıra sayı nömrəti ilə işlənə bilməz. 2, 3 və 5. 2, 3, 5 cavab olur B bəndi. 23. 5-ci siniflər, növbə sizindir. Cümləsindəki sayla bağlı hansı fikir yanlışdır? Quruluşca düzəltmədir, düzdür. 5, 5-ci düzəltmədir. Miqdar yox, sıra saydır, düzdür. Cümlədə təyin vəzifəsini daşıyır, yanlışdır. Çünki xitabdır, xitab da cümlədə təyin ola bilmir. 5-ci siniflər birlikdə birinci növ təyin söz birləşməsidir və xitabdır. Aid olduğu isim itirsə isimləşər. 5-ci siniflər isə 5-cilər olar, bəli, isimləşə bilər. Nömrəti sözlərlə işlənə bilmir, bəli, sıra sayı nömrəti ilə işlənə bilmir. Yanlış istənildiyi üçün cavab olur C variantı. Sual 24-də baxırıq. Nömrəti sözlə işlənə bilməyən sayların sayını müəyyən edin. Bir çox nömrəti ilə işlənə bilmir. Bir neçə nəfər işlədə bilirik. 5-5 ümumiyyətlə say deyil. 1-2 nəfər adam işlənə bilir. Çoxlu nəfər adam deyə bilmirik. Çoxlu da işlənmir. Nömrəti sözlə işlənə bilməyən sayın sayı 2 dənədir. Cavab olur B. 25. Klasterin boş xanalarına hansı fikirlər doldurula bilər? Qeyri-müəyyən miqdar saylar haqqında düzləri tapırıq. Quruluşca sadə düzəltmə mürəkkəb ola bilir. Bu doğru fikirdir. Biri götürürük. Bəziləri tərəflərindən biri ən azı, biri ən çoxu bildirən mürəkkəb sözlərdir. Söhbət burada gedir. Təqribi təxmini miqdar saylarından 5, 6, 10, 15 və s. Məsələn, 5, 6 dedikdə ən azı 5, ən çox isə 6 nəzərdə tutulur. Yəni bu qeyri-müəyyən miqdar sayından aid olan təqribi təxmini miqdar saylarına aid edilir ki, bu fikir doğrudur. İzah etdiyi isim yalnız cəmdə tələb edən nümunələri mövcud deyil, yanlışdır. Bir sıra bir çox qeyri-müəyyən miqdar saydır və hər zaman cəmdə tələb edir ismi. Sifətlə həm ismə aidlik, həm də sual baxımından oxşarlığı var. Qeyri-müəyyənin yox, sıra sayının hansı sualı həm deməli sifətə aiddir, həm də saya aiddir. Sifətlə həm ismə aidlik, həm də sual baxımından. Ümumiyyətlə ismə aidlik cəhətdən oxşaya bilər, amma sual baxımından sıra sayına oxşar götürə bilərik. Qeyri-müəyyən miqdar sayını yox, bu səhvdir. Doğru olan istədiyi üçün cavab 1-2 A variantı olur. 26-ya baxırıq. Say hansı xüsusiyyətləri ancaq isimləşəndə qazanır? Cümlədə mübtədə ola bilməyi, cümlədə xəbər ola bilmək, xeyr. Xəbər olur, yəni isimləşsə də, isimləşməsə də xəbər ola bilir. Müstəqil cümlə üzvü olmamaq ancaq isimləşəndə qazanır, xeyr. Müstəqil cümlə üzvü olmaq, niyə ki? İstər isimləşsin, istər isimləşməsin, müstəqil cümlə üzvü ola bilir. Cümlədə tamamlıq ola bilmək, bəli, isimləşəndə, xitabın ifadə vasitəsi olmaq, bəli, isimləşəndə xitabın ifadə vasitəsi ola bilir. 1, 4, 5 olur E variantı. 70-ci və azacıq sözləri ilə Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Mürəkkəb sayın tərkib hissəsi ola bilər. 70-ci sözü 170-ci məsələn deyə bilərik. Bəli, mürəkkəb sayının tərkibi ola bilər, amma azacıq yox. Sadəcə 70-ci haqqında doğru olduğu üçün biri götürürük. Saydan düzəlmiş saydır. 70-ci azacıq hər ikisi saydan düzəlmiş say olduğu üçün əslində 2-ni ortaya yazmalıydıq. Yanlış yerə yazılıb 2 götürülmür. Əşyaya aid olub sintaktik baxımdan təyin olur. Təyin edir. Bəli, hər ikisi sayda əşyaya aid olduqda sintaktik baxımdan onu təyin edir. Doğru fikirdir. 3 ortaqdır. Kökü feillə homonimdir. Azacıqda az kökü feillə homonimdir. Lakin 70 sözündə sözün kökü feillə homonim deyil. Ona görə 4 yanlışdır. Ortaq ola bilməz. Hərəkət aid olduqda morfoloji olaraq say olur. Azacıq oturmuşdur. Nə qədər? Burada artıq hərəkətə aid olduqda morfoloji cəhətdən zərf olur. Say yox. Bu da səhvdir. Aid olduğu məna növü quruluşca sayda ola bilir. Azacıq deməli qeyri-müəyyən miqdar sayda quruluşca 3 cür olur. Sadə də, düzəltmədə, mürəkkəb də ola bilir. Ona görə 6 doğru fikirdir. Lakin 70-ci sıra sayıdır və sıra sayı sayda ola bilmir. Yalnız azacıq söz haqqında olduğu üçün
6 doğrudur. Cavab olur 1, 3, 6, yəni A variantı. 27-yə baxdıq, 28-ə baxırıq. Birində numerativ sözün işləmə məqamı səhvdir. 5 dənə qonşular götürsün, 5 dənə də biz. Burada 5 dənə məsələn qələmi qonşular götürsün, 5 dənə qələmi də biz. Burada dənə sözü numerativlikdən çıxır. Çünki özündən sonra gələn isim itirdikdə artıq bu numerativ sözdə olmaq funksiyasından çıxır. Ona görə burada yanlış da işləməyib, yəni numerativ söz yoxdur ümumiyyətlə. 2 baş ailəyə 5 baş bələdiyyəyə verilsin. Burada da yenə 2 baş inək ailəyə 5 baş inək məsələn bələdiyyəyə verilsin deyə bilərdik. Burada da numerativ olma funksiyasından çıxıb öz ismini itiribdir. Ödəniş etdikdən sonra 2 dənə kostyum götürdüm yox, 2 dəst kostyum götürdüm olmalıydı. Burada numerativ söz funksiyasındadır və düzgün işlədilməyibdir. Yanlış işləndiyi üçün cavab C idi. 10 nəfər dərslikdən 10 nəfər də topludan yazsın. Yenə burada da nəfər sözü numerativ funksiyasından çıxıbdır. Bağdan bir neçə ədəd alça ağacı əkdik. Bağda bir neçə ədəd alma ağacı əkdik. Burada isə numerativ söz ədəddir və yerində işlənib, heç bir yanlışlıq yoxdur. Sual 29-a baxırıq. Cümlə üzvünün ifadə vasitəsi olan sıra sayı hansı cümlədə işlənib? Burada şərtdə yanlışlıq var, texniki olaraq səhv gedib. Cümlə üzvünün ifadə vasitəsi olmayan olmalıydı. Olan yox, olmayan şəklində olmalıydı. İndi baxaq. Birincilər yarışda dünənki tədbirdə idilər. Tədbirdə idilər kim? Birincilər. Burada müstəqil olaraq cümlə üzvüdür. 5-ci uşaq yarışda qalib gəldi. Qalib gəldi. Kim uşaq? Hansı uşaq? 5-ci müstəqil cümlə üzvüdür. Məsələyə 4-cü gün baxılacaq. Nə edəcək? Baxılacaq. Nəyə? Məsələyə. Nə vaxt, nə zaman? 4-cü gün. Burada müstəqil cümlə üzvü deyil və doğru cavab C variantıdır. Çünki ifadə vasitəsi olmayan cavab axtarırdıq. Yarışda sonunculuq məğlub olmaq deməkdir. Burada ümumiyyətlə sıra sayı yoxdur. Sonuncudan sonunculuq isim düzəlibdir. İndi də növbə 10-cularındır. 10-cularındır. Nə? Növbə. Burada da müstəqil cümlə üzvüdür. Müstəqil cümlə üzvü olmayan cavab olur C variantında. Sual 30. Cümlənin birində say sifəti təyin edilərək təyin vəzifəsində işlənibdir. Yəni sifətdən, saydan sonra sifət gəlib, yəni təyin rolunda çıxış edib eyni zamanda say. Akif onlara çox yaxşı davranıb. Burada çoxdan sonra yaxşı zərfi gəldiyi üçün, yəni burada zərfdir, yaxşı sifət deyil. Deyək ki, hə, burada çox sayı sifəti təyin edibdir. Burada yaxşı zərf olduğu üçün cavab A variantı ola bilməz. Hələ də minlərlə insan yurt yuvasız qalıbdır. Burada da minlərlə sayından sonra insan isimdir, sifət yoxdur, sifət gəlməyib. Emil həkimin yanına yüzlərlə adam gələrdi. Emil həkimin yanına. Burada da yüzlərlə sayından sonra adam ismi gəlibdir. Yeni doğulan körpə ağlayırdı. Burada ümumiyyətlə say yoxdur. Onların arasında yüzlərlə yaşlı var idi. Yüzlərlə saydı, yaşlı da sifətdir. Məhz həmin cümlədə, yəni Y variantında olan cümlədə saydan sonra sifət gəlib, sifəti təyin edib və təyin vəzifəsinə çıxış edibdir. Doğru cavab olur E variantı. Nə qədər? Yüzlərlə. Birincisi, onun minlərcə yalanı var. İkincisi, adam bir soruşar ki, 5-ci gün hara dedin? Cümləsindəki sayların təhlilinə aid olan fikirlərdir. Yəni, biz doğru fikirləri tapmış olacağıq. Həm sıra, həm də miqdar sayı işlənibdir. Burada birincisi, ikincisi modal sözdür. Bunlara baxmayacağıq. Minlərcə qeyri-müəyyən əvəzlikdir. 5-ci isə sıra sayıdır. Həm sıra, həm də miqdar sayı işlənib. Bu fikir doğru fikirdir. Biri götürəcəyik. Cavabın biri 1-dir. 3 sıra sayının hər biri qurucu cədvəldir. Burada bir dənə sıra sayı var. O da 5-cidir. Birincisi, ikincisi sıra sayı deyil. Modal sözdür. Ona görə 2-ni götürmürük. Sıra sayı müstəqil cümlə üzvü deyil. Harada idi? Nə vaxt, nə zaman? 5-ci gün. Burada 5-ci gün birlikdə zaman zərfliyi olur. Bəli, sıra sayı müstəqil cümlə üzvü deyil. Biri də 3-dür. Sıra sayılarından ikisi, bir dənə sıra sayı var. Axı ikisi isim xüsusiyyətini daşıyır olan fikir yanlış olar. Çünki bir dənə sıra sayı var, 2 dənə sıra sayı yoxdur. Miqdar sayından sonra gələn sözü müxtəlif qrammatik formada işlənə bilər. Miqdar sayı burada minlərcədir. Yalan sözüdür. Yəni formaca, qrammatik şəkilci qəbul etmə nəzərdə tutulur. Orada minlərcə yalanları da var olar. Yəni la cəm şəkilçisi artıra da bilərik, lar şəkilçisi artırmaya da bilərik. Onu nəzərdə tutur ki, müxtəlif qrammatik formada işlənə bilər. Bu da doğrudur. Ona görə cavab olur 1, 3, 5, yəni E variantı. Növbəti sual 32. Verilən fikirlərdən doğru və ya yanlış olduğunu müəyyən edin. Bütün sayılar neçə sualına cavab verir? Yanlışdır. Məsələn, bir neçə sayı qeyri-müəyyən miqdar sayılarından neçə sualına cavab verə bilmir. Eyni zamanda sıra sayılarda neçə sualına cavab vermir. Bu yanlış fikirdir. Sayılar başqa nitq hissəsindən yaranmadığı kimi sayılardan da başqa nitq hissəsi yaranmır, səhvdir. Say həm başqa nitq hissəsindən yaranır, sonuncu, filan filanıncı
və s. Eyni zamanda saydan da başqa hissəsi düzəlir. Birləşmək, bir, birgə, birlik və s. Saylar mürəkkəb sözün tərkib hissəsi kimi çıxış edə bilərlər. Bu doğru fikirdir. Məsələn, çox mərtəbəli, elə sayın da bir tərəf kimi iştirak edə bilər, bir sıra, bir çox. Eyni zamanda çox mərtəbəli, dördkünc və s. Kəsr saylarının əmələ gəlməsində iştirak edən dar şəkilçisi məzmunca çıxışlı qalanın şəkilçisinə bənzəyir. Bəli, məzmunca çıxışlı qalanın şəkilçisinə bənzəyir. Yəni formaca yox, formacadan çıxışlı qalanın şəkilçisi dandır. Formaca yox, amma məzmun etibarilə çıxışlı qalanın şəkilçisinə bənzəyir. Təqribi sayların bir tərəfi ən azı, digəri isə ən çoxu bildirir. Bu fikir də doğru fikirdir. Məsələn, 5-6. 5-6, 5 ən azı, 6 isə ən çoxu bildirir. Ona görə birinci, ikinci fikir yanlış, digərləri isə doğrudur. Yəni 1, 2, y, 3, 4, 5 isə d olacaq və doğru cavab olur B bəndi. 33. Biz 11-ci gün uşaqları götürüb 90-cı illərin filmlərinə baxmağa getdik. Cümləsində sayılara əsasən doğru fikrin müəyyən edin. Yəni doğru fikri tapmış olacağıq. Nümunədə həm miqdar, həm də sıra sayı işlənibdir. Miqdar sayı, baxaq, 11-ci gün uşaqları götürüb filmə baxmağa getdik. Burada 11-ci sıra sayıdır, 90-cı da sıra sayıdır. Müəyyən miqdar sayı, ümumiyyətlə miqdar sayı yoxdur. Sıra sayıları quruluş eynidir. 11-ci mürəkkəbdir, 90-cı düzəltmədir. Bu da səhvdir. Sayıların hər ikisi müstəqil cümlə üzvüdür. Baxaq, nə etdik? Baxmağa getdik. Hara? 90-cı illərin filminə. Nə etdik? Getdik. Hara getdik? 90-cı illərin filminə baxmağa. Daha doğrusu nəyə? 90-cı illərin filmlərinə baxmağa. Burada makmək məstərdir, məstər tərkibi yaradacaqdır və sayıların hər ikisi müstəqil cümlə üzvü deyil. Ona görə də müstəqil cümlə üzvü olmadığı üçün yanlış fikirdir bu. Sayılardan biri qeyri-müəyyənlik məzmunu bildirir. 90-cı illərin filmlərinə. Bəli, burada 90-cı sözü qeyri-müəyyənlik bildirir. Bilmirik 91-dir, 92-dir, 95-dir və s. Ona görə cavab D-dir. Sayılardan biri cümlədə sifətin sualına cavab verərək təyin kimi işlənir. Baxaq, birinci tərkib yaratmışdı. Getdik, nəyə? 90-cı illərin filmlərinə baxmağa. Biz, kim getdi? Biz 11-ci gün uşaqları götürüb. Nə vaxt, nə zaman getdik? 11-ci gün, necənci cümlə tərzdə uşaqları götürüb. Burada uşaqları götürüb zərflikdir. Nə vaxt, nə zaman? 11-ci gündə zərflikdir. Heç bir say təyin rolunda deyil. 11-ci gün birlikdə təhlil olunur. 90-cı illərin filmlərinə baxmağa getdik. Burada getdik nəyə? 90-cı illərin filmlərinə baxmağa. Burada da yəni tərkibin daxilində olduğu üçün, burada da tərkib içində olduğu üçün müstəqil cümlə üzvü deyil. Yəni burada baxmaq üçün getdik. Tamamlıq olacaqdır. Tamamlıq yox, məqsəd zərfli olacaqdır. 90-cı illərin filmlərinə baxmağa getdik. Baxmaq üçün getdik. Nə məqsədə, nə üçün, nə məqsədə getdik. Burada zərflik funksiyasında olacaqdır. Yəni heç birində təyin funksiyasında deyil. Doğru cavab oldu D variantı. Növbəti suala baxırıq. Sual 34. İsmi xüsusiyyətini daşıyan say müstəqil cümlə üzvü o deyil. Yox, müstəqil cümlə üzvü olmadığı nümunə. Saydan sonra gələn söz qrammatik qaydalara uyğun işlədilməyib. İsmi ait qrammatik şəkilçi qəbul etmiş ismi xüsusiyyətini daşımayan say var. Gəlin nümunələrə baxaq. Birincilik uğrunda aparılan mübarizə bizim komandanın qələbəsi ilə yekunlaşıb. Bizə say lazımdır, amma A variantında ümumiyyətlə say yoxdur. Çünki birinci sayından birincilik düzəlib, isim düzəlib. Burada say yoxdur. A variantında say olmadığı üçün bunu heç birinə yaza bilmərik. Ona görə A olan variantlar cavab ola bilməz. A variantı, D variantı və B variantı cavab ola bilməz. Keçək B-yə. Onlarla idmançı yarışı məğlub tərk etdi. Nə etdi? Tərk etdi. Kim? İdmançı. Nə qədər idmançı? Onlarla. Burada onlarla saydı və təyin rolunda çıxış edibdir. Bizdən soruşurdu, ismi xüsusiyyətini daşıyan say deyil, yəni ismi xüsusiyyətini daşımayıbdır. Saydan sonra gələn söz qrammatik qaydalara uyğun olaraq işlədilməyib. Onlarla idmançı, təkdə də gələ bilər, cəmdə də gələ bilər. Buna da uyğun deyil. İsmi ait qrammatik şəkilçi qəbul edib, qəbul etməyib. B də heç birinə uyğun gəlmədiyi üçün B-ni də cavab götürə bilmərik. Bir sıra məsələ, bir sıradan sonra, bir sıra bir çoxdan sonra isim cəmdə gəlməli idi. Burada da söz qrammatik qaydalara uyğun olaraq işlədilməyib. Ona görə 1-ə 2-yə götürəcəyik C-ni. İştahan yaman çoxdur, bəlkə az yeyəsən. Burada ismi ait qrammatik şəkilçi qəbul edib, lakin ismin xüsusiyyətini daşımayan say var. Çoxdur. Nə qədərdir? Çoxdur. Xəbəri şəkilçini qəbul edib, lakin ismin xüsusiyyətini daşımayıb. 3-ə yazacağıq D-ni. Bu ilki birincilər çıxış edəndə müəllimləri onları həvəsləndirir. Burada da
İsmi xüsusiyyətini daşıyan say var, lakin müstəqil şəkildə cümlə üzvü deyil. Çünki tərkibin içinə daxil olubdur. Onları həvəsləndirdi. Həvəsləndirdi. Kim? Müəllimləri. Birincilər nə vaxt, nə zaman? Birincilər, bu ilki birincilər çıxış edəndə. Nə vaxt, nə zaman həvəsləndirdi? Bu ilki birincilər çıxış edəndə. Burada da birincilər ismə məxsus cəm şəkilçisi qəbul etsə belə, yenə də müstəqil şəkildə cümlə üzvü deyil. Ona görə də 1-ə də götürürük eyni. 1-ə, E2-yə, C3-ə D olur C variantı. Sual 35. Cədvələ əsasən uyğun variantı müəyyən edin. Kökü say olan eyni köklü sözlərdir. Az, azlıq, az, azğın, az, azal, azalmaq. Azğında az feil olduğu üçün bunu götürə bilmərik. Birlik, birinci, birdən, ikidən. Birdən, ikidən mürəkkəb söz olduğu üçün eyni köklü ola bilməz. Çoxlu, çoxalmaq, çoxdan ki. Çox, çoxlu, çox, çoxal, çoxalmaq. Al burada leksikdir. Çox, çoxdan, çoxdan ki. Burada hər üçünün kökü çox sayıdır. Leksik şəkilçi var. Eyni zamanda saydılar və eyni köklü sözlər yarada bilir. Cavabın biri 3-dür. Leksik homonim ola bilsə də, qrammatik homonim ola bilməyən saylardır. Çox sözün həm leksik, həm qrammatik, daha doğrusu qrammatik homonimliyi var, leksik homonimliyi yoxdur. Çox həm ədad, həm də deməli, zərf kimi və ya çox ədad, bir də say kimi homonimlik yarada bilər. Çox zərfi və sayı öz aralarında homonimlik yarada bilmir. Çünki hər ikisi eyni funksiyanı daşıyır. Yəni, biri hərəkətin, biri də əlamətin miqdarını bildirir. Yəni, hər ikisi miqdar bildirdiyi üçün say və zərf olaraq homonim sayılmırlar. Say və ədad, zərf və ədad kimi homonim olur. Onda da qrammatik homonim olur. Qrammatik homonim ola bilməyən dediyi üçün 4-ü götürmürük. Min sözü, bəli, leksik homonimlik yaradır. Ata minmək, bir də min say. 50, 50 ayaqlı bir sifət, bir də ki 50 say. Ki bunlar da leksik homonim olur. Qrammatik homonim ola bilmədiyi üçün 5-6. Cavab 3-5-6 olur C variantı. Sual 36. 11-cilər gəldilər, 10-cuları apardılar. Cümləsinə əsasən doğru fikri müəyyənləşdirək. Fərqləndirilən sözdən sonra vergül qoyulsa, yəni 11-cilər gəldilər, 10-cuları apardılar. Cümlənin sintaktik təhlili dəyişər. Bəli. Əgər vergül olmasa gəldilər. Kim? 11-cilər mübtədə olardı. Əgər vergül olsa, artıq o xitab olduğu üçün mübtədə funksiyasında çıxış etmir və sxem dəyişir. Ona görə doğru cavabın biri 1-dir. Saylar həm məna növünə görə, həm də quruluşuna görə eynidir. 11-cilər və 10-cular hər ikisi sıra saydı, lakin quruluşları eyni deyil. Biri mürəkkəbdir, biri düzəltmədir. İkinci fikir səhvdir. Hər iki say ismi xüsusiyyətini konkret qrammatik göstəriciyə əsasən daşıyır. 11-cilər cəm, 10-cular cəm şəkilçisi. Hər ikisi konkret şəkilçi qəbul etməklə ismi xüsusiyyətini daşıyıbdır. 3 düzdür. Sayların hər ikisi eyni sintaktik vəzifədədir. Apardılar kimi 10-cuları, gəldilər kim 11-cilər. Biri mübtədə, biri tamamlıq olduğu üçün eyni sintaktik vəzifə deyil. Sintaktik vəzifə yəni hansı cümlə üzvü olması nəzərdə tutulur. 4-də deyil. Cavab 1-3 olur C. Sual 37. Cədvələ əsasən uyğunsuzluq yaradan fikirləri müəyyən edin. Yəni doğruda səhv, səhvdə isə doğrunu götürəcəyik. Binanın sonuncu mərtəbəsində təmir bitmirdi. Çox variantlı seçimlərdən biri seçilməli idi. Saydan düzəlməyən say işlənibdir. Sonuncu sözü, bəli, saydan düzəlməyən saydır. Təyinin ifadə vasitəsidir. Gəlin cümləni təhlil edək. Bitmirdi. Nə bitmirdi? Təmir. Harada? Binanın sonuncu mərtəbəsində. Burada binanın sonuncu mərtəbəsində birlikdə bir cümlə üzvü kimi təhlil olunacaq. Çünki binanın mərtəbəsi üçüncü növ təyin söz birləşməzdir və burada sonuncu sözü müstəqil təyin olaraq götürülməyəcəkdir. Və təyinin ifadə vasitəsi fikri səhvdir. 2-yə baxaq. 2 say işlənmiş cümlədə əvəzlik işlənməyibdir. Çox variantlı say deyil, sifətdir. Burada bir dənə biri sözü saydır. Biri sözünü 2 ilə əvəz edə biliriksə, bu zaman saydır. Kimsə ilə əvəz edilirsə, əvəzlikdir. Çox variantlı seçimlərdən kimsə seçilməlidir, yox. Çox variantlı seçimlərdən biri seçilməlidir və yaxud da ikisi seçilməlidir. Burada saydır biri sözü. 2 say işlənmiş dediyi üçün fikir yanlış fikirdir. Keçək digərinə. Birinci cümlə haqqında yanlış fikirdirmi? Hansı sualına cavab verən söz say və sifətlə ortaq olan sözdür? Hansı sualına cavab verən sonuncu sözdür? Ki, hansı sualına cavab verir? Lakin say və sifətlə ortaq olan söz deyil. Yəni, sonuncu sözü sadəcə saydır. Sonuncu sözü sifət ola bilmir. Ona görə bu fikir yanlış fikirdir. Mürəkkəb say işlənsə də, mürəkkəb say yoxdur axı. Biri sözü burada işlənib, bu da sadədir. Mürəkkəb say işlənsə də deyir, bu fikirdə səhvdir. Burada ümumiyyətlə doğru fikir yoxdur. Ona görə də sadəcə doğrudan yanlışları götürəcəyik. Doğruda yanlış 1 və 2 olduğu üçün cavab olur 1-2 A variantı. Növbəti 38-ci suala baxırıq.
Deməli, birinci xanada cədvəldə yazılıb ki, ismin xüsusiyyətini daşıyan say müstəqil şəkildə cümlə üzvüdür. Digərində isə kökü say ilə omonim olan söz işlənmiş cümləni istəyir. Birinciləri yarışı aparan bizim müəllim idi. İsmin xüsusiyyətini daşıyan say birinciləri sözüdür. Müstəqil şəkildə cümlə üzvü deyil amma. Bizim müəllimdir. Müəllim idi. Hansı müəllim? Bizim. Kim? Birinciləri yarışı aparan. Burada birinciləri yarışı aparan anın fe'l sifət tərkibi yaradıbdır. Birinciləri müəllim idi, yarışa müəllim idi deyə bilmirik. Birinciləri yarış aparan fe'l sifət tərkibi olduğu üçün burada ismin xüsusiyyətini daşıyan say müstəqil şəkildə cümlə üzvü deyil. Burada isə üzvü olmağını istəyirdi, müstəqil olmağını. Ona görə biri götürə bilmirik. Tez çıxdığımız üçün axırıncıları görmədik. Görmədik kimi axırıncıları. Axırıncıları saydı, düzəltmə saydı. İsmin şəkilçisini qəbul edib, yəni ismin xüsusiyyətini daşıyıb, amma müstəqil cümlə üzvüdür. Və bizdən də bunu istədiyi üçün 2-ni götürürük. Onun bizə qaytaracağı borcu hələ çoxdur. Nə qədərdir? Çoxdur. Burada isə sayı ismin xüsusiyyətini daşımayıbdır. Qrammatik şəkilci qəbul etsə belə isimləşmək və ismin xüsusiyyətini daşımaq sayılmır. Sayla omonim olsun kökü. Qəfil eşitdiyi qışqırıq səsinə 80-dir. 80mək, qorxmaq feildir. Qrammatikdir burada. 80-dir feildir və sayla omonimdir. 80 sayla 4-ü götürürük. Düşmənin azğınlığı, azmaq, azğın, azğınlıq, azğınlığı, azmaq feildir. Sayla omonimdir. Uzanmış saçını yeni qırxdırmışdı. Qırxmaq feildir və 40 sayla omonimdir. Altını götürürük. Cavab olur 2, 4, 5, 6, yəni D variantı. Sual 39. Sən neçənci adamsan ki, 5-6 nəfər yaşlını yığıb sonuncu elan üçün gəlmisən? Burada neçənci əvəzlikdir? 5-6 qeyri-müəyyən miqdar sayıdır. Sonuncuda sıra sayıdır. 2 say işlənib. Birincidə yazıb 3 say işlənib. Fikir yanlışdır, çünki 3 yox, 2 say işlənibdir. Numerativ söz say ilə isim arasında yox, say ilə sifət arasında işlənibdir. Yaşlı çünki sifətdir. 5-6 nəfər yaşlı. Nəfər numerativdir. Say ilə sifət arasında işlənib, isim arasında yox. Düzəltmə say saydan düzəlməyibdir. Düzəltmə sayımız sonuncudur. Bəli, son say deyil. Əvvəl, axır, son filan saydan düzəlməyən saylardır. Saydan düzəlməyib. 3 düzdür. Miqdar sayı neçə sualına cavab verə bilir? 5-6 nə qədər, neçə sualına cavab verir? Doğrudur. Sayların sintaktik vəzifələri fərqlidir. Baxaq. Nə etmişəm? Gəlmişəm. Nə üçün? Elan üçün. Hansı elan üçün? Sonuncu. Burada sonuncu təyindir. Necənci nə tərzdə? 5-6 nəfər yaşlını yığıb sonuncu elan üçün gəlmişəm. Burada 5-6 nəfər yaşlını yığıb up feili bağlama tərkib yaratdığı üçün müstəqil cümlə üzvü deyil və birlikdə sərflik funksiyasında çıxış etmiş olacaqdır. 5-6 nəfər yaşlını yığıb. Sintaktik vəzifələri fərqli olduğu üçün cavabın biri də 5-dir. 3, 4, 5 cavab olur C variantı. 40. Hansı cümlədə saydan sonra kəmiyyət şəkilçisinin işlənməsi doğrudur? Yəni cəm şəkilçisi ların. Bir qədər düşüncələr var ki, bizi rahat buraxmır. Bir qədərdən sonra isim təkdə gəlməlidir. Yalnız bir xeyli insanlar, xeylidən sonra isim təkdə gəlməlidir. O dövrdə 100 illər keçsə də tarix onları unutmur. Müəyyən miqdar saylarından sonra il, əsr, zaman məzmununu ifadə edən sözlər gəldikdə, bu zaman sözün cəmdə gəlməsi yanlışlıq deyil, qrammatik norma pozuntusu sayılmır və elə kəmiyyət şəkilçisinin işlənməsi doğru olan C variantındadır. Bilirdi ki, az adam, azdan sonra isim təkdə gəlməlidir, xeylidən sonra da isim təkdə gəlməlidir. Kitablar cəmli olduğu üçün bu da yanlışdır. Doğru cavab olacaq C variantı. Sual 41. Əgər verilən cümlədə nöqtələrin yerinə say yazmalı olsaq, hansı saylardan istifadə edə bilmərik? İndi insanlar kitab oxumaq üçün vaxt sərf etmək istəmirlər. İnsanlar cəmdədir. İstifadə edə bilməyəcəyimizi götürəcəyik. Çoxdan sonra isim təkdə də gələ bilər, cəmdə də gələ bilər. Yəni çoxu yaza bilərik, bizdən yaza bilməyəcəyimizi istədiyi üçün biri götürmürük. Xeylidən sonra isim cəmdə gələ bilməz. Bilməyəni soruşduğu üçün 2-ni götürürük. Bir sıra, bir çoxdan sonra isim həmişə cəmdə gəlir. Bir sıra insanlar yaza bilərik, 3-ü götürmürük. Bir neçədən sonra isim təkdə gəlir. İndi bir neçə insanlar deyə bilmirik. Ona görə 4-ü götürürük. Çoxludan sonra isim təkdə də gələ bilər, cəmdə də gələ bilər. Ona görə 5-i də yaza bilərik. Yaza bilməyəcəyimiz 2, 4, yəni olacaq cavab C variantı. Sual 42. Tərkibində sıra sayı olan cümlələr üçün hansı fikir istənilən halda ortaq cəhətdir? Cümlədə hansı sualına cavab verən söz var? Əgər sıra sayı, yəni olan cümlədə say isimləşibsə, hansı sualına yox, məhz isim suallarına cavab verəcək. Bu səhvdir. Cümlədə düzəltmə say var. Bunu da dəqiqliklə deyə bilmərik. Ola bilər ki, say mürəkkəb olsun. Cümlədə numerativ sözlə işlənə bilməyən say var. Bəli, sıra sayları heç biri numerativ sözlə işlənə bilməz. Ona görə əgər cümlədə sıra sayı varsa,
yəni sıra sayı olan cümlələr üçün ortaq olaraq götürə bilərik ki, həmin cümlədə olan saylar numerativ sözdən işlənə bilmir. Ona görə C düzdür. Cümlədə köklü say olan söz var. Ola bilər ki, sıra sayı saydan düzəlməyibdir. Məsələn, əvəzlikdən düzəlib, zərfdən düzəlibdir. Filanıncı, sonuncu, axırıncı, əvvəlinci və s. Bu da səhvdir. Cümlədə təyin var. Say əgər isimləşsə sıra sayı, bu zaman təyin yox. Xəbər də ola bilər, hətta mübtədə də ola bilər, tamamlıq da ola bilər. Ona görə ortaq olacaq olan cavab C variantı olur. Daha sonra növbəti sual 43-ə baxırıq. Altından xətt çəkilmiş sözlər əsasında cədvəldəki uyğunluğu müəyyən edin. Azacıq su içsə də xeyri olmadı. Altından xətt çəkilən söz say deyil, yanlış fikirdir. Çünki saydı, su isim olduğu üçün azacıq burada saydı. Nə qədər kitab istəsən o qədər verəcəyik. Saydır, xeyr, say deyil. Çünki nə qədər burada sual əvəzliyidir. İlk maşınımı dünən almışam. Saydır, xeyr, ilk burada sifətdir. Çox imkanlı insandır və heç kimə əl tutmur. Çoxdan sonra sifət gəldiyi üçün bu çox ədatdır. Zərf deyil, zərf yazıb burada. Evdə tək övlad olduğu, Cahid olduğu üçün hər dəfə pis olurdu. Burada tək övlad, hansı övlad? Tək burada sifətdir. Bəli, say deyil yazıb, doğrudur. Doğru cavab olur E variantı. Növbəti 44-ə baxırıq. Cədvəldəki uyğunluğu müəyyən edin. Kəsr sayları ismi birləşmədə asılı tərəf ola bilməz. Yanlışdır. Məsələn, torpağın 3/2-si. Kəsr sayı isim birləşmənin asılı tərəfi. Biz əsas tərəf kimi işlətdik. Asılı tərəf deyim. 3/5-in yarısı. Məsələn, yaxud da ki 10/5-in yarısı. Burada həm əsas, həm asıl tərəfdən nümunə gətirə bilərik. Yəni, asıl tərəf ola bilər, həm də əsas tərəf ola bilər. Bu fikir yanlışdır. Burada doğru olduğu üçün uyğunsuzluqdur. Heç bir halda qeyri-müəyyən miqdar saylarının neçə sualını vermək olmaz. Yanlışdır. 5, 6, 10, 15 və s. bunlar neçə sualına cavab verir. Burada doğru olduğu üçün uyğunsuzluqdur. İstənilən sıra sayını həm rəqəm, həm də sözlə yazmaq olar. Yanlışdır. Məsələn, sonuncu sıra sayı, filanıncı sıra sayını biz rəqəmlə ifadə edə bilmərik. Burada yanlışdır. Doğru yazdığı üçün uyğunluq pozulubdur. Sıra sayları quruluşca istənilən halda sadə ola bilməz. Doğru fikirdir. Sıra sayı ya düzəltmə olur, ya mürəkkəb olur. Çünki mütləq qıncı şəkilçisi olmalıdır. Sadə ola bilməz. Fikir doğrudur. Yanlış olduğu üçün uyğunsuzluqdur. Kəsr sayı olan cümlədə yerli kallı söz yazılmaya da bilər. Bəli, əgər kəsr şəklində yazılsa, məsələn 5-də 3 şəklində yazılsa, təbii ki, orada yerli kalda yazılmaya da bilər. E variantı doğru fikirdir. Burada da doğru yazdığı üçün ona görə uyğunluq gözlənilir elə E variantında. Sual 45. Müqayisə cədvəlindəki uyğunsuzluğu, yəni yanlış olanları tapmalıyıq. Sıra sayları haqqında heç vaxt quruluşca sadə ola bilmir. Bu, sıra sayları haqqında doğru fikirdir. Yalnız ya düzəltmə, ya mürəkkəb olacaqdır. Doğru olduğu üçün bu uyğunluqdur, uyğunsuzluq deyil. Sifətlə ortaq cəhəti bəzən hansı sualına cavab verməsidir. Bəli, sıra saylarından bəziləri hansı sualına cavab verə bilir. Yəni, həm neçənci, həm də hansı sualına cavab verdiyi üçün bu ortaq fikirdir. Yəni, ortaq yox, daha doğrusu sıra sayı haqqında düzgün fikirdir. Tərkibindəki nümunələrin bəziləri numerativ sözlə işlənə bilir. Bu doğru fikirdir, çünki müəyyən miqdar saylarının bəziləri numerativ sözlə işlənə bilir. Ümumiyyətlə, müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar saylarından bir neçə, bir də təqribi təxmini olan miqdar sayları, qeyri-müəyyən miqdar sayları numerativlə işlənə bilir. Bu fikir doğru fikirdir, amma sıra sayları işlənə bilmir. Ona görə müəyyən miqdar saylar haqqında uyğunluqdur, düzdür. İsim birləşmədə həm əsas, həm də asıl tərəf kimi çıxış edə bilir. Bu əslində hər ikisi haqqındadır. Həm sıra sayı, həm də miqdar sayı. Yəni, ortaq fikir olaraq yazılmalıydı. Səhv yerdə yazıldığı üçün səhv olan uyğunsuzluğun biri 4-dür. Quruluşca sadə ola bilər, ortaq fikir ola bilməz. Sıra sayları sadə ola bilmir, ya düzəltmə, ya mürəkkəb olur. Səhv olduğu üçün 5 səhvdir. 4, 5. Özündən sonra gələn isim istənilən halda təkli olmalıdır, səhvdir. Sıra sayından sonra isim təkli də gələ bilər, cəmli də gələ bilər. 6 da səhv olduğu üçün cavab 4, 5, 6 olacaq D variantı. Sual 46. Verilən fikirlər doğru, yanlış, doğru, yanlış, doğru ardıcılığı ilə sıralanmalıdır. Hansında bu şərt pozulub? Gəlin bu şəkildə yazaq. Doğru, yanlış, doğru, yanlış, doğru. İndi isə fikirlərə baxaq. Hansının üst-üstə düşmədiyinə baxaq. Bir çox sayından sonra gələn sifət təkdə də ola bilər, təkdə ola da bilər, olmaya da bilər. Bu fikir düzdür. Burada yazsaydı ki, bir çox sayından sonra gələn isim təkdə də ola bilər, cəmdə də olmaya bilər. Bu səhv olardı. Amma bir sıra bir çox sayından sonra gələn sifət təkdə də olsa düzdür, cəmdə də olsa düzdür. Bu fikir düzdür. Yəni, isim gələndə tələb edir cəmdə olsun. Sifət gələndə təkdə də ola bilər, cəmdə də ola bilər. Qeyri-müəyyən miqdar sayları təyin ifadə vasitəsi ola bilməz. Yanlış fikirdir. Niyə qeyri-müəyyən miqdar sayı ola bilər? Yüzlərlə adam meydana toplaşmışdı. Yüzlərlə burada qeyri-müəyyən miqdar sayıdır və təyin ifadə vasitəsidir. Say heç vaxt zərfli ifadə vasitəsi kimi çıxış edə bilməz.
bu yanlış fikirdir. Çünki say, məsələn, deyə bilərik ki, 5-ci gün 5-ci gün gəlmişdir. Nə vaxt, nə zaman? 5-ci gün. Yəni burada say zaman məzmun ifadə elədiyi üçün zərfliyin ifadə vasitəsi olacaqdır. Orada söz birləşməsi şəklində olur. Başqa bir nümunədə deyə bilərik ki, məsələn, saat 10-da gəldi. Nə vaxt, nə zaman? 10-da. 10 saatdır da. 10 burada saydı. Zərfliyin ifadə vasitəsi ola bilir. Bu fikir səhvdir. 12 və 15 saylarının quruluşu eyni deyil, səhv fikirdir. Hər ikisi mürəkkəbdir. Say izah etdiyi isimlə birlikdə cümlə üzvünün ifadə vasitəsi kimi çıxış etməyə də bilər. Bəli, əgər tərkibin daxilində olarsa, izah etdiyi isimlə birlikdə cümlə üzvünün ifadə vasitəsi kimi çıxış etməyə də bilər. Bəli, müstəqil cümlə üzvü olmaya da bilər. Eyni zamanda xitab rolunda da çıxış edə bilər. Məsələn, 5-ci siniflər, bura baxın. Burada say 5-ci siniflər, siniflər sayı, siniflər isimli, sayda 5-cidir. 5-ci sayı siniflər isimli izah edir, lakin cümlə üzvünün ifadə vasitəsi deyil. Çünki xitabda cümlə üzvü ola bilmir. Bu fikir düzdür. Uyğunsuzluq yaradan C variantı oldu. Çünki doğru olmalıydı əslində, amma fikir olaraq yanlış olduğu üçün uyğunsuzluq yaradan, şərti pozan olur C variantı. Növbəti sual 47. Sözlərin biri haqqında fikir verilməyibdir. Yalnız say kimi işlənə bilir. Baxaq, deməli 8-ci yalnız saydır. B-ni yaza bilərik bura. Sonra yazılışı ilə deyilişi fərqlənən saydır. Minlərlə, minlərlə 8-ci. Hər ikisini yazmaq olar. Daha sonra bir neçənin özü də yalnız say kimi işlənir. Ona görə bir neçəni də bura yaza bilərik. Bir neçə yalnız saydır. Numerativ sözlə işlənə bilir. Bir neçə nəfər adam. Sonra digərləri işlənə bilmir. Zərf kimi də düşünülə bilən mürəkkəb sözdür. Az-maz danışdı. Az-maz baxdı nə qədər. Burada zərf olacaqdır. Daha sonra deməli minlərləni əslində burada yazmalıydıq. Yazılışı deyilişi fərqlənir. C-ni yox, E-ni yazmalıydıq. Burada səhvən C yazılıbdır. Minlərlə və 8-ci fərqli tələffüz olunur. A var, B var, C var, E var. Lakin D heç birinə aid olmadığı üçün cavab olur D. Yəni D haqqında fikri yoxdur. Verilən sözlərin başlanğıc formada olduğunu bilərək ortaq və fərqli cəhətləri tapın. Baxaq, 50 başlanğıc formadadırsa, deməli bu saydır. 40-dır, başlanğıc formadadırsa, 40 sözün kökü dır leksik, bu feildir, say deyil. Amma 50 həm sifət, həm say ola bilər. Ortaq cəhətlər. Tərkibində şəkilçi ola da bilər, olmaya da bilər. Ortaq cəhət deyil. Çünki qırxdırmaq sözü istənilən məqamda orada leksik şəkilçi var, başlanğıc formada olduğu üçün. Ola da bilər, olmaya da bir fikri səhvdir. Fərqli xüsusiyyətdir, ortaq yox. Bu olacaq birinci fikir haqqında düz, ikinci fikir haqqında səhv. Bu da fərqli xüsusiyyətdir, ortaq xüsusiyyət deyil. Və bizdən də uyğunluğu istədiyi üçün biri götürə bilmərik. Daha sonra 2-yə baxaq. Həm say, həm də digər nitq səs kimi düşünülə bilər. 50 sözü həm say, həm də sifət kimi düşünülə bilər. Lakin qırxdırmaq yalnız feil kimi işlənir. Çünki başlanğıc formadadır, burada leksikdir. Bir səhv, bir düz olduğu üçün bu da ortaq yox, fərqli xüsusiyyətdir. Say kimi işlənə bilməz. 50 sözü say kimi işlənə bilməz fikri səhvdir. Say kimi işlənə bilər. Amma 40-dır sözü say kimi işlənə bilməz sözü düzdür. Çünki feil olur. Bir səhv, bir düz. Yəni biri haqqında düz, biri haqqında səhv olduğu üçün ortaq olmayan fərqli xüsusiyyətdir. Homonimliyə malik saydır. 50 söz homonimliyə malik saydı, qırxdırmaq isə feildir, say deyil. Birinci söz haqqında düz, ikinci haqqında səhv olduğu üçün bu da fərqli xüsusiyyətdir. Cavab olacaq 3-4, yəni E variantı. 49. Say müstəqil şəkildə cümlə üzvüdür, say müstəqil şəkildə cümlə üzvü deyil. Baxaq. Birincidə məlumat verildi ki, sonuncu konfrans bir müddət sonra başlayacaq. Başlayacaq nə? Konfrans, hansı? Sonuncu. Burada say var və müstəqil şəkildə cümlə üzvüdür. Birə yazacağıq A-nı. Gecədən xeyli keçəndən sonra bir neçə qocanı evlərindən çıxardılar. Çıxardılar kimi qocanı, nə qədər qocanı? Bir neçə. Burada bir neçə saydı və eyni zamanda say müstəqil cümlə üzvüdür. Birə yazacağıq B-ni, A və B-ni. Daha sonra C-yə baxaq. Bəzən biz az-çox kitab oxumaq istəyirik, amma vaxt azlığı problem yaradır. Oxumaq istəyirik, nə yox istəyirik oxumaq? Kitabı. Nə qədər kitab? Kitabı tamamlıqdır, bu təsriki haldadır. Nə qədər az-çox. Burada az-çox deməli təyin rolundadır və müstəqil şəkildə cümlə üzvüdür. Ona görə C-ni yazacağıq birinciyə. 2-yə baxaq. 2-yə aid olan fikirlər hansıdır? Axırıncı meyvəni də yemək istəyəndə uşağın pəncərədən mənə baxdığını gördüm. Nə etdim? Gördüm. Nəyi gördüm? Uşağın pəncərədən mənə baxdığını. Nə vaxt, nə zaman? Axırıncı meyvəni də yemək istəyəndə.
Burada fe'li bağlama tərkibinə aid olduğu üçün say müstəqil cümlə üzvü deyil. D-ni yazırıq ikinciyə. Bir dəfə Kazım bəy ilə görüşmək istədim, lakin çox ağır qəzaya düşdüyündən bu baş tutmadı. Burada bir dəfə nə vaxt, nə zaman? Ümumiyyətlə say deyil, zərfdir. Çox ağır. Çoxdan sonra ağır sifət gəldiyi üçün çox ədatdır. Bu cümlədə ümumiyyətlə say olmadığı üçün eyni heç birini götürə bilmərik. Cavab 1-ə A, B, C, 2-yə D olacaqdır C variantı. Sual 50-yə baxırıq. Hansı sözlər saydan başqa nitq hissəsi kimi işlənərkən fərqli leksik məna ifadə etmir? 80 sözü həm feil, həm say ola bilir. Lakin 80mək feil kimi fərqli mənadadır, 80 say kimi fərqlidir. Bizə isə deyir, fərqli leksik məna ifadə etmir. Dəfələrlə ümumiyyətlə say ola bilmir. Saydan başqa nitq hissəsi deyir, amma say ola bilmir. Sadəcə zərfdir. Az-çox həm say, həm də ola bilir zərf. Say və zərf olanda nitq hissəsi fərqlənsə də leksik mənaca fərqlənmir. Hər ikisi miqdar bildirir. Azacıq sözdə həm zərf, həm də say olur. Eyni zamanda bunların da nitq hissəsi dəyişsə də leksik mənalar fərqlənmir. Hər ikisi miqdar bildirir. 50 sözü 50 ayaqlı cəhd mənasındadır. Bir də 50 say olur ki, burada leksik mənaları fərqlənir. Cavab 2-5 olacaq ki, nitq hissələri fərqlənsə də leksik mənaları fərqlənmir. Yəni yalnız 2-5 olur B bəndi. Daha sonra növbəti sual 51-ə baxırıq. Bir say ilə bağlı doğru fikirləri müəyyən edin. Mürəkkəb sayın tərkibində yer alır, bəli. Məsələn, bir sıra, bir çox və s. Doğrudur bu fikir. Daha sonra düzəltmə sayın tərkibində yer alır, bu da doğrudur. Məsələn, birinci sözündə bir sayı düzəltmə sözün tərkibində yer ala bilir. Bu da doğru fikirdir. Omonim saydır. Bir bəli omonimdir. Həm ədəd, həm də say ola bilər. Bu da doğru fikirdir. Numerativ sözləşdirə bilməyən sayda yanlışdır. Bir nəfər adam numerativlə işlənir. Bu saydan isim və say düzəlsə də feil düzəlmir. Yanlışdır. Birləşmək sözündə bir sayından feil də düzələ bilir. Bu da yanlışdır. Doğrular istənildiyi üçün cavab olur 1, 2, 3, yəni C variantı. Daha sonra növbəti sual 52-yə baxırıq. Klass D-də verilən fikirlər əsasında tamamlayın. 70 sözü ilə bağlı doğru fikirdir. Başlanğıc formada olan saydır. 70 sözü başlanğıc formada olan saydırsa, deməli sözün kökü də 70-dir. Qrammatik şəkilçilə düşünülə də bilər, düşünülməyə də yanlışdır. Sözün kökü 70-dir. Feil kimi də, say kimi də quruluşca sadədir. Başlanğıc forması saydısa, yəni başlanğıc formada olan saydısa, biz bunu feil kimi düşünə bilmərik. Və burada feil kimi də, say kimi də quruluşca sadədir yazıb, yanlışdır. Orada feil deyil, saydır. İzah etdiyi isimin təkdə işləndiyi quruluşca sadə saydır. İzah etdiyi isim, bəli, 70 müəyyən miqdar saydır və ondan sonra gələn isim təkdə gəlir. Quruluşca sadədir, doğrudur. Bu fikir doğru olduğu üçün cavab C-dir. Fərqli nitq hissələri kimi düşünülərkən tərkibinə görə təhlil də dəyişir. Axı burada yazıb ki, başlanğıc forması saydır, başqa nitq hissəsi kimi düşünmürük. Numerativ sözləşdirə bilməsə də müstəqil cümlə üzvü kimi çıxış edir. Axı numerativlə işlənə bilir, bilməsə də yazıb, yanlışdır. 70 nəfər adam işlənə bilir. Yanlış yox, doğru istənildiyi üçün cavab olur C variantı. Növbəti sual 53. Cümlələr əsasında doğru fikirləri müəyyən edin. Onlarla məsələ bir neçə gün müzakirə edilsə də həll olunmadı. Burada onlarla məsələ həm say kimi düşünmüyorlar, bir də onlarla şəxs əvəzliyi, yəni onlarla məsələ bir neçə gün müzakirə edildi. Burada həm əvəzli kimi düşünmüyorlar, həm də say kimi. Bir neçə gün, burada da bir neçə saydı. Digərində isə 1000 illər keçsə də, yüzlərlə qərinə ötsə də, xalq səni xatırlayacaq. 1000 və yüzlərlə saydı. Baxaq, doğrudan doğru, yanlışdan yanlış, ehtimaldan ehtimalı götürməliyik. Birinci cümlədə 2 say olduğu dəqiq demək olur. Dəqiq deyə bilmirik. Bir neçə dəqiqdir, amma onlarla söz say ola da bilər, olmaya da bilər. Ona görə bu ehtimaldır, yəni dəqiq deyil. Amma doğru yazıldığı üçün bunu götürə bilmərik. İkinci cümlədə qrammatik norma pozulubdur. 1000-dən sonra illər sözün cəmdə gəlməsi qrammatik norma pozuntusu sayılmır. Çünki müəyyən miqdar sayından sonra zaman məzmunu bildirən isimlər gəldikdə, yəni il burada zaman məzmunu bildirir. Bu zaman ismin cəmdə gəlməsi norma pozuntusu sayılmır. Bu da yanlış fikirdir. İkinci cümlədəki saylardan ikisi də ayrılıqda numerativ sözlə işlənə bilər. 1000 işlənə bilər, lakin yüzlərlə numerativlə işlənə bilməz. Ona görə bu yanlışdır. İlk cümlədə bütün saylar müstəqil cümlə üzvüdür. İlk cümlədə, birinci cümlədə bütün saylar müstəqil cümlə üzvüdür. Baxaq, onlarla məsələ bir neçə gün müzakirə edilsə də həll olunmadı. Həll olunmadı nə? Məsələ, nə qədər məsələ onlarla müzakirə edilsə də nə qədər? Bir neçə gün. Burada bir neçə gün birlikdə zərflik olur. Eyni zamanda burada saylar yazıb, bunu da dəqiq deyə bilmərik. Çünki orada onlarla say da ola bilər, əvəzlik də ola bilər.
Yəni ilk cümlədə bütün sayılar müstəqil cümlə üzvüdür fikri yanlışdır. Çünki ikincidə müstəqil cümlə üzvü deyil. Birinci cümlə düzəltmə sayla başlayır. Bu da bəli ehtimaldır. Orada onlarla düzəltmə sayı da ola bilər. Eyni zamanda şəxs əvəzliyi də ola bilər. Ehtimal olduğu üçün ehtimaldan 5-i, yanlış olduğu üçün yanlışdan 4-ü, 3 də yanlışdan yanlış olduğu üçün götürürük 3-ü. Cavab olur 3, 4, 5, yəni E variantı. Sual 54. Cədvəldən bütün doğru cümlələri müəyyən edin. Tərkibində sayın olub-olmadığını dəqiq demək olmur. Orada yəqin ki, çox yemək olmaz. Burada çox sözü yemək isim olsa, orada yəqin ki, çox yemək olmaz. Yəni var olmaz, mövcud olmaz mənasında olsa, müstəqil feil olmaz. Yemək isim olsa, çox burada say kimi götürülə bilər. Yemək olmaz. Birlikdə mürəkkəb feil olsa, bu zaman çox zərf olacaq. Yəni tərkibində sayın olub-olmadığını dəqiq deyə bilmirik. Burada çox sözü sayda ola bilər, zərf də ola bilər. Ona görə cavabın biri 1-dir. Mənə bircə dəftər lazımdır, Əli bəy. Əli dayı. Mənə bircə dəftər lazımdır, mənə 2cə dəftər lazımdır. Bircəni 2cə şəklində demək olar. Bir də mənə bircə dəftər lazımdır, mənə yalnız dəftər lazımdır. Yalnızla əvəz edib ədad kimi fikirləşmək olar, 2cə ilə əvəz edib say kimi düşünmək olar. Burada da yəni sayın olub-olmadığını dəqiqliklə demək olmadığı üçün cavabın biri də 2-dir. Daha sonra tərkibində say yoxdur. Əvvəlinci burada say var, bunu götürə bilmərik. Bilin ki, birinciliyi heç kəs, say yoxdur deyir, birincidə say var, götürə bilmərik. Bilin ki, birinciliyi heç kəsə vermərəm. Burada da birincilik say deyil. Bir sayından birincilik. Burada saydan isim düzəlibdir. Əminliklə deyirik ki, say yoxdur. Olmadığı üçün cavabın biri 4-dür. 1, 2, 4 olur A variantı. Sual 55. Cədvəldəki uyğun sözləri müəyyən edin. Quruluşca düzəltmə sayıdır. Dəfələrlə zərfdir, sayıla bilməz. 50 sözü quruluşca sadədir, 2-ni götürə bilmərik. Say kimi sadə, sifət kimi düzəltmədir. 150-ci quruluşca mürəkkəbdir. Quruluşca mürəkkəb sayıdır. Saysız hesabsız, bəli, quruluşca mürəkkəb sayıdır. Bir çox da mürəkkəb sayı olduğu üçün 5-i də götürürük. 25-ci də mürəkkəb sayıdır, götürürük. Cavab olur 4, 5, 6, yəni A variantı. Sual 56. Çox sözü ilə bağlı neçə fikir doğrudur? Mürəkkəb sayın tərkib hissəsi ola bilər? Bəli, məsələn bir çox. Bu doğru fikir. Düzəltmə sayın kökü ola bilər? Bəli, çoxlu. Orada çoxluda çox sözün kökü saydır. Doğrudur. Say kimi işlənərsə izah etdiyi isim cəmli şəkilçisini qəbul edib etməməkdə sərbəstdir. Bəli, çox. Çoxlu sözündən sonra isim cəmli də gələ bilər, təkli də gələ bilər. Düzdür. Həm zərf, həm say, həm də ədad kimi çıxış edə bilər. Düzdür. Özündən sonra sifət gəlsə ədad, isim gəlsə say, feil gəlsə zərf olur. Söz birləşməsinin asılı əsas tərəfi ola bilər. Doğrudur. Uşaqların çoxu, çox uşaq. Həm asılı, həm əsas tərəf kimi iştirak edə bilər. Fikirlərin hamısı doğrudur. Yəni, doğru fikirlərin sayı olur 5. Növbəti suala baxaq. Sual 57. Sayılardan biri boş xanalardan heç birinə yazıla bilməz. Sıra sayıdır. Yüzlərlə 7-ci. 7-ci sıra sayıdır. A-nı bura yaza bilərik. Yəni, A-nı götürə bilmərik. Yazılışı düzgündür. Bir neçə, bir sıra, hər ikisinin yazılışı düzgündür. Eynən C-ni götürə bilmərik. İzah etdiyi isim cəm şəkilçisi qəbul etməkdə sərbəstdir. Yüzlərlə sözü, düzü yazılışı da yanlış yazılıb, eyni zamanda səhv yazılıb, yazılışı yüzlərlə olmalıdır. İzah etdiyi isim təkli də gələ bilər, cəmli də gələ bilər. B-ni də silirik. Lakin 20 düzü səhv yazılıbdır. Yazılmayıb, yəni səhv olan olsa biz onu da cavabdan silərdik. Belə bir xana yoxdur ki, yazılışı səhvdir. Amma 20 haqqında heç bir xanada fikir verilmədiyi üçün D variantı cavab olmuş olur. Daha sonra sual 58. Hansı cümlələrdə fərqləndirilən sözlərin sualları eyni olsa da ümumi qrammatik mənaları fərqlənir? Ümumi qrammatik məna dedikdə nitq hissəsi nəzərdə tutulur. Yəni, suallar eynidir, nitq hissələri fərqlidir. Baxaq, dünənki tədbir evin 3-cü mərtəbəsində baş tutmuşdur. Dünənki sifətdir, 3-cü də saydır. Nitq hissələri fərqlidir, yəni ümumi qrammatik mənaları fərqlidir. Hansı tədbir? Dünənki, hansı mərtəbə? 3-cü. 3-cü də hansı sualına cavab verir? Dünənki də hansı sualına cavab verir? Sualları eyni, qrammatik mənaları, yəni nitq hissələri fərqli olduğu üçün biri 1-dir. 25 qutu gətirdilər, amma xeyli qutu da gətirəcəklər. Nitq hissələrinin fərqli olmağını istəyirdi, lakin burada 25-də, xeyli də hər ikisi say olduğu üçün 2-ni götürmürük. Çox adamdan eşitmişəm ki, çox danışmaq xeyir gətirmir. Çoxdan sonra isim gəldiyi üçün bu çox saydır, çoxdan sonra feil gəldiyi üçün bu çox zərfdir. Nitq hissələri fərqlidir, lakin sualları eynidir. Çox danışmaq nə qədər, çox adamdan nə qədər. Ona görə cavabın biri də 3-dür. Suallar eyni, nitq hissələri fərqlidir. Biraz yalvardım, xeyri olmadı. Bir qədər də ağladım, yenə xeyri olmadı.
Bir qədər ağladım, biraz yalvardım. Bunların hər ikisinin nitq hissəsi olacaqdır zərf. Nitq hissələri fərqli istədiyi üçün 4-ü götürmürük. Neçənci sinifdə oxuduğunu demədi, amma öyrəndim ki, 6-cı sinif şagirdidir. Burada da neçənci əvəzlikdir, 6-cı isə saydır. Nitq hissələri fərqlidir. Qrammatik məna növlərini, yəni fərqlidir. Sualları isə 6-cı hansı sualına cavab verir, neçənci isə ilə özü öz sualına cavab verir, neçəncidir onun sualı. Eyni zamanda sual əvəzlikləri haqqında belə bir fikirdə səsləndirir ki, sual əvəzlik suala cavab vermədən cümlə üzvü olur. Suallar fərqli olduğu üçün, eyni olmadığı üçün 5-i götürmürük. Doğru cavab 1-3 olur B bəndi. Sual 59. Tutaq ki, cümlədəki sözlərin yerində say var. Həmin say haqqında nələrə əminliklə demək olar? Siniflər cəmdədir. Buna əsasən baxacağıq. Həmin sayın hansı sözü izah etdiyini, deməli, sinifləri, məsələn, məşqə 5-ci siniflərdə dəvət etmişdik. Orada əminliklə deyə bilirik ki, sinifləri sözünü izah etmiş olur. Həmin sayın hansı cümlə üzvü olmasını, deməli, cümlə üzvü olaraq say ismin önündə gəlibsə, təbii ki də təyin funksiyasına çıxış edəcək. Çünki özündən sonra fe'l, sifət, fe'l bağlama məsələ yoxdur ki, tərkibə qoşaq, birlikdə təhlil edək. Təyin kimi çıxış edəcəkdir. Bunu da əminliklə demək olar. 1-i, 2-ni. Həmin sayın məna növünü əminliklə deyə bilmərik. Sıra sayda ola bilər, miqdar sayda, yəni ola bilər. Miqdar dedikdə əslində müəyyən miqdar sayı yox. Məsələn, qeyri-müəyyən miqdar saylarından istifadə oluna bilər burada. Çünki müəyyən miqdar saylarından sonra isim cəmdə gəlmir əsasən. Ona görə bunu, yəni hansı məna növündə olduğunu əminliklə deyə bilmərik. Miqdar sayda ola bilər, sıra sayda ola bilər. Həmin sayın quruluşa növünü də dəqiq deyə bilmərik. Sadə də ola bilər, mürəkkəb də ola bilər. Əminliklə deyə biləcəyimiz olacaq 1-2, yəni D variantı. Sual 60. Verilən söz əsasında rəqəmlərin yerinə yazacaq fikri müəyyən edin. Həm say, həm zərf kimi çıxış edən sözdür. Bir sıra həm say, həm zərf kimi çıxış edə bilmir. Ona görə 2-nin yerinə bunu yaza bilmərik. Quruluşca mürəkkəb olan bu sayın izah etdiyi isim mütləq təkdə işlənməlidir. 2 quruluşca mürəkkəb deyil. Cümlədə say olarkən təyin, zərf olarkən zərflik vəzifəsinə çıxış edir. Say olarsa təyin bir qədər danışdı. Zərf olarkən zərflik funksiyasına çıxış edir. Bu doğrudur. Eyni zamanda biraz sözü də quruluşca cümlədə say olanda təyin, zərf olanda zərflik funksiyasına çıxış etmiş olacaq. Biz 1-i bura yaza bilərik, yəni buradakı fikri, 2-ni isə biraz sözünü isə bura yaza bilərik. Yəni fikir tamamlanır. Ona görə cavab C-dir. Müəyyən miqdar sayı deyil. Bir qədər düzdür, müəyyən miqdar sayı deyil. Lakin 24 müəyyən miqdar sayı olduğu üçün D-ni də götürmürük. İstənilən halda say kimi çıxış edir. 5 istənilən halda saydır, lakin bir qədər zərf də ola bilər. İstənilən halda say deyil. Ona görə E də deyil. Cavab olur C variantı. Köklü sayla homonim olmayan, lakin yarandığı nitq hissəsi sifətlə homonim olan sözün işləndiyi cümləni müəyyən edin. Yarandığı nitq hissəsi deyirsə, düzəltmə söz axtarırıq. Dünən birlik taxtalarla bağlı verdiyim sifariş hələ də rəhbərliyin qabağındakı kağızda əks olunmayıb. Burada birlik düzəltmə söz, bağlı düzəltmə söz, rəhbərlik qabağındakı düzəltmə sözdür. Köklü saylı homonim olmayan deyir. Birlik sözündə sözün kökü ilə saydır, sayla homonim olmayacaq. Lakin yarandığı nitq hissəsi sifətlə homonim olan. Lakin birin sifətlə homonimli olmadığı üçün birlik sözü olmaz. Bağlı sözündə də kökü saylı homonim olmasa da sifətlə də homonimlik yaratmır. İsimlə homonimlik yaradır. Rəhbərlik sözündə də sözün kökü rəhbərdir. Təbii ki, bu sözün də homonimliyi yoxdur. Qabağındakı sözündə də sözün kökü saylı homonim olmayan. Qabaq sözün kökü saylı homonim deyil. Yarandığı nitq hissəsi qabaq sözüdür. Sifətlə homonim olan sözün işləndiyi qabaq sözü ilə burada rəhbərliyin qabağındakı sifətlə homonimlik yaratmır. Ona görə bu da deyil. Cabir atasından aldığı 50-liyi xırdalayanda ögey qardaşından yaxalandı. Burada düzəltmə söz 50-lik, xırdalamaq yox, qardaşından yaxalandı. 50-lik sözü düzəltmə sözdür, daha doğrusu 50-liyi. 50 sözün kökü, 50-lik, 50-liyi. Baxaq, sözün kökü saylı homonim olmayan, bəli, 50 burada saydır, özü ilə homonimlik yaratmır. Yəni, kökü saylı homonim deyil. Yarandığı nitq hissəsi 50 sözüdür, 50 sayıdır. Sifətlə homonimlik yarada bilər. 50 sözü 50 ayaqlı cəld mənasında həm sifətdir, həm də saydır. Elə istənilən tələb burada ödəndiyi üçün cavab olacaq B variantı. Digər variantlara da diqqət edək. Bolqarlarla döyüşə. Burada düzəltmə söz döyüş, bölgə sözləri, çoxlu söz düzəltmədir. Çoxlu sözündə, məsələn, baxsaq, sözün kökü saylı homonimlik yaratmadığı kimi sifətlə də homonimlik yaratmır. Döyüş sözündə döyüş sözü saylı homonim olmadığı kimi sifətlə də homonimlik yaratmır. Bölgəni də böl orada sifətlə homonimliyi yoxdur.
Daha sonra D variantında 50-liyinə, 50-lik düzəltmə yox, mürəkkəb sözdür. Məhlələrindəki məhlə sözünün sifətli homonimliyi yoxdur. Y variantında iki tərəfli düzəltmə söz deyil, mürəkkəbdir. Razılaşmadan, razı sözün köküdür, razının da sifətinin homonimliyi, razı necə razı özü sifətli, sifətinin homonimliyi yoxdur. Çəkilmə qərarı alacaqdır. Çəkilmə, çəkin də sifət, sayla da homonim olmadığı kimi, sifətlə də homonimli olmadığı üçün ed ola bilməz. Daha sonra sual 62-yə baxırıq. Uyğunluğu müəyyən edin. Sayla homonim olan sözün işləndiyi, amma sayın işlənmədiyi cümlə. Daha sonra sayla homonim olmayan sözün həmçinin sayın işləndiyi cümlə. Burada fikirlər bir-birinin əksidir. Yəni, birinci cümlə ilə ikinci cümlə bir-birinin əksidir. Sən gözünü dörd aç ki, belə şeylərdə səni və sevdiklərini az incitsinlər. Gözünü dörd açmaq frazoloji birləşmədir. Burada dördü say kimi götürə bilmərik. Çünki gözünü dörd açmaq birlikdə frazoloji birləşmə bir leksik vahiddir. Eyni zamanda birlikdə bir feil gedir. Orada dörd say, aç, feil, göz, isim deyil. Dörd açmaq birlikdə gedir. Və burada say yoxdur. Eyni zamanda baxaq görək sayla homonim olan söz varmı? Burada az sözü var, lakin bu az sayla homonim deyil. Çünki zərfdə az və çox zərf və say kimi bir-birlə homonimlik təşkil etmir. Ona görə bu fikri heç birinə götürə bilmərik. Nə say yoxdur, nə də sayla homonim olan söz yoxdur. Heç bir olmadığı üçün A-nı heç birinə götürə bilmərik. A da C və D variantında var. Bu variantları silirik. Yaxşı bir plov olsaydı bizimkiləri qonaq çağırardıq. Burada yaxşı bir plov olsaydı, bir burada deməli ədatdır. 2 plov olsaydı deyə bilmirik. Bir ədatdır. Burada bir ədatı sayla homonimdir, amma say yoxdur cümlədə. Ona görə 1-ə götürürük B-ni. Daha sonra C-yə baxaq. Deyəsən, Muxtar bircə gün içində dəyişib, ikicə gün içində dəyişib. Bircəni ikicəni əvəz edirik. Burada bircə saydır. Bir sayı üstə gələk C ədatdır orada. Sayla homonim olmayan söz varmı? Sayla homonim olmayan söz. Bircə sözü bəli, burada ədatlı sayla homonim deyil, amma həmçinin say da işlənibdir. Ona görə 2-yə götürürük C-ni. Sənin o ən sevimli qonşun Zeynal da çox danışdı. D variantında çox sözü zərfdir. Sayla homonimlik yaratmır. Eyni zamanda sayla homonimlik yoxdur. Bununla da bərabər say da yoxdur. Bizə deyir sayla homonim olmayan söz olanda say olsun. Amma burada say olmadığı üçün D-ni də heç birinə götürə bilmərik. Ağlı bir qarış olan adamdan nəsə olmaq ağılsızlıqdır. Ağlı bir qarış olmaq, bu da birlikdə deməli bir leksik məna ifadə edir. Burada da say yoxdur. Yəni, biri ayrıca say kimi baxmırıq. Ağlı bir qarşı olmaq frazoloji birləşmədir. Ona görə burada da birlikdə getdiyi üçün burada da say yoxdur. Say olmayan cümlədə, bir dəqiqə, say olmayan cümlədə sayla homonim olan söz varmı? Nəsə olmaq ağılsızlıqdır. Xeyr, sayla homonim olan söz olmadığı üçün eyni də heç birini götürə bilmərik. Azacıq səbr etsəydi zavoddakı işlərini çox gözəl şəkildə düzüb quruşacaqdı. Burada çoxdan sonra sifət gəldiyi üçün, gözəl sifət olduğu üçün çox burada ədatdır. Çox ədatı sayla homonimdir. Eyni zamanda bu cümlədə say yoxdur. Çünki səbr etmək feil olduğu üçün azacıq burada zərfdir. Bu da birinciyə uyğundur. Yəni, burada sayla homonim olan söz var, çox. Eyni zamanda say yoxdur. 1-ə götürəcəyik F-i. Cavab olacaq 1-ə B, F, 2-yə C. Yəni, A variantı. Sual 63. Hansı cümlədə saydan əvvəlki sözü ixtisar etsək, həmin say müstəqil şəkildə cümlə üzvü olar. Dünən dediyim mağazadan maraqlı bir kitab aldım. Nə etdim? Aldım. Nəyi? Kitabı. Nə qədər kitab aldım? Bir kitab. Burada onsuz da müstəqil cümlə üzvüdür. Yəni, onu silməklə müstəqil cümlə üzvünə çevrilməz. Tapşırıqların 5-ini həll edənə xüsusi mükafat ayırmışdılar. 5 burada saydı. Nə etmişdilər? Mükafat ayırmışdılar. Nəyi mükafatı? Kimə? Tapşırıqların 5-ini həll edənə. Həll edənə feil sifət tərkib olduğu üçün hamısı birlikdə təhlil olunur. Tapşırıqların sözünü silsək də yenə 5-ini həll edənə birlikdə təhlil olunacaq. Yəni, istənilən məqamda say orada müstəqil cümlə üzvü deyil. Sıranın sonuncusundakı oğlan keçən il birinci yerə layiq görülmüşdü. Burada say birincidir. Layiq görülmüşdü. Nəyə? Birinci yerə. Burada keçən ili silsək, deməli, keçən ili silsək, yerə, hansı yerə? Birinci yerə, ikinci yerə əvəz edə bilirik. Ona görə burada müstəqildir. Onsuz da müstəqildir. Yəni, onu silsək də, silməsək də müstəqil olur. Ana qardaşının 2 övladını görmək istəyirdi. Görmək istəyirdi. Kim görmək istəyirdi? Ana. Kimi? Qardaşının 2 övladını. Burada 3-cü nöqtənin söz birləşməsi olduğu üçün 2 burada müstəqil cümlə üzvü deyil. Lakin qardaşının sözünü silsək, ana qardaşının 2 övladını görmək istəyirdi. Görmək istəyirdi kimi övladını. 2 burada artıq müstəqil cümlə üzvü olaraq təyin götürülmüş olacaqdır.
Ona görə doğru cavab D-dir. Tək fikrim anamın 2 arzusunu reallaşdırmaq idi. Burada isə anamın ilk arzusunu reallaşdırmaq idi. Hamısı bir idi, xəbər gedir. Çünki xəbər məstərin ifadə olunduğu üçün tərkib yaradır. Nə anamın ilk arzusunu reallaşdırmaq idi? Fikrim. Hansı fikrim? Tək fikrim. Burada isə 2 istənilən bir məqamda tərkibə qoşulacaqdır. Yəni, burada anamın sözünü silsək belə, 2 arzunu reallaşdırmaq birlikdə dəlil olacaq, müstəqil cümləsi olmayacaq. Lakin D-də qardaşın sözünü silməklə 2 müstəqil cümləsi olacağı üçün cavab olur D variantı. Sual 64. Hansı cümlədə sayın işlənib işlənmədiyini əminliklə demək olmur? İstəyirsən 5-5 düz, istəyirsən 10. Burada əminliklə deyə bilirik ki, say yoxdur. Çünki 5-5 onun zərfdir. Gözəl bir qızla tanış olmuşdu. Gözəl bir qızla tanış olmuşdu. 2 qızla tanış olmuşdu. Burada gözəl insan kimi götürə bilərik ki, gözəl adlı bir qızla tanış olmuşdu. Burada say kimi düşünə bilərik. Bir də deyirik ki, gözəl bir qızla tanış olmuşdu. Biri bir ədad kimi düşünmək olar burada. Ona görə burada əminliklə deyə bilmirik ki, say var yoxsa yox. Cavab olur B bəndi. Onlarla mən gəlmişik. Burada gəlmişik, yəni biz gəlmişik. Onlar və mən gəlmişik. Gəlmişik kim? Mən, kim? Onlar. Onlar və mən burada mübtədədir. La da bağlayıcıdır. Və burada da əminliklə deyirik ki, əvəzlikdir. Yəni, burada əminliklə say yoxdur. Sizinlə ayın biri görüşərik, ayın ikisi görüşərik. Əminliklə deyə bilərik ki, burada biri saydır. Mən onunla çox yeri gəzmişəm. Yer isim olduğu üçün çox burada əminliklə deyirik ki, saydır. Ancaq B variantında 2 cür düşünəcəyimiz üçün cavab olur B. Sual 64. Hansı cümlədə müəyyən miqdar sayından sonraki numarativ söz silsək, yenə də numarativ söz işlənər? Bir neçə nəfər adam gəlib 3-4 top ipək sifariş etdi. Burada ümumiyyətlə müəyyən miqdar sayı yoxdur. Bir neçə də qeyri-müəyyəndir, 3-4 də qeyri-müəyyəndir. Bizə lazımdır müəyyən miqdar sayından sonra numarativi silək və yenə numarativ söz qalsın. Uşağın qabağında 5 parça qənd qoydu uşağın qabağına. Burada 5 müəyyən miqdar saydı. Parçanı silsək 5 qənd qoydu. Əlavə olaraq da 3-4 dənə konfeti də cibinə doldurdu. Burada 5-dən sonra parça sözünü silsək 3-4 dənə konfet, yenə numarativ söz kimi işlənən söz burada qalmış olacaq. Və bizdən də tələb edirdi ki, şərtdə müəyyən miqdar sayından sonra numarativ söz silsək, yenə də numarativ söz işlənər. Doğru cavab olur B bəndi. C variantında 2 cavan oğlan bir neçə vaqon yükü 2 saatdaca boşaltdı. Burada müəyyən miqdar sayı 2-dir. Bir neçə vaqon yükü, burada bir neçə qeyri-müəyyən miqdar sayıdır. Cavan oğlan da cavan numarativ söz deyil. Və yəni bundan sonra ümumiyyətlə numarativ söz işlənməyib ki, onu silək. Yerdə bir neçə vaqonda 2 vaqon numarativi qalsın. Sədr axı sizdən bir maşın qum istədi. Bir müəyyən miqdar saydı. Maşını silsək, qum istədi. Bu qədərinə nə gərək? Numarativ söz qalmaz. Bizə lazım idi numarativ söz yenə də olsun. Sizə neçə kilo meyvə lazımdırsa, ona uyğun bir neçə nəfər işçi göndərim. Bir müəyyən miqdar saydı. Neçəni silsək, cümlədə deməli, numarativ söz qalmayacaq. Daha doğrusu, bir neçə nəfər işçi göndərim. Bir neçə burada qeyri-müəyyən miqdar saydı, üzrlü sayın. Bir neçə nəfər işçi göndərim. Bir neçə qeyri-müəyyən miqdar saydı. Ondan sonra da silə bilməliyik. Çünki silə bilməliyik yox, şərtdə onu istəmir də. Bizə deyir ki, müəyyən miqdar sayından sonra numarativi silək, yenə orada numarativ qalsın. Burada isə ümumiyyətlə müəyyən miqdar sayı olmadığı üçün eyni də götürə bilmərik. Doğru cavab olur B bəndi. Yəni, sualın şərtini sadəcə çalışın, diqqətli oxuyun. Əslində, o qədər də çətin sual deyildi. Sadəcə sualın şərtini diqqətli oxuyun. Sual 66. Hansı cümlədə qrammatik mənasına görə əşya bildirən sözün miqdarını təkcə sayla müəyyən etmək mümkün deyil? Bu şərt sizə biraz uzun gələ bilər və anlaşıqsız gələ bilər. Əslində, burada nə istəyir sizdən? Kəmiyyət fərqi olan sözü. Yəni, numarativ sözün kəmiyyət fərqi yaratma məsələsini istəyir. Deyir ki, hansı cümlədə qrammatik mənasına görə əşya bildirən söz hansıdır? İsim. Əşya bildirən sözün miqdarını təkcə sayla müəyyən etmək mümkün deyil. Yəni, bilmirik ki, orada nə qədərdir dəqiq. Kəmiyyət fərqi istəyir. Biraz susduqdan sonra sözə başladıq. Burada biraz ümumiyyətlə zərfdir. Əşyanın sayını bildirəcək bir söz yoxdur. Nəhayət uzun müddətli işdən sonra evin 3 otağı hazır idi. 3 otaq konkret sayını bilirik. Əşyanın adını bildirən sözün sayı konkretdir. Bir vaqon yaralını təzə hospitala gətirmişlər. Əşyanın adını bildirən isimdir. Yaralı isə sifətdir. Əslində, ümumi əşyanın adını bildirən yox. Sadəcə yazsaydı ki, qrammatik mənasına görə sözün miqdarını təkcə sayla müəyyən etmək mümkün deyil. C-ni götürərdiniz. Amma əşya bildirən söz deyilsə, söhbət isimlə gedir və burada da yaralı sifət olduğu üçün buna baxmırsınız. Qabaqda daha 4 nəfər növbə gözləyir. 4 nəfər konkret bilirik ki, 4-dür.
Kolxoz sədri dünənki məhsuldan idarəyə 2 səbət üzüm gətirdi. Aha, cavab bu variantdır. Niyə? Çünki 2 səbət deyir, əşyanın miqdarını, yəni əşya bildirən söz burada üzüm sözüdür. Əşya isimdir. 2 səbət üzümdə isə bilmirik. Yəni nə qədər üzüm var? 5 salxım var, 10 salxım var, bilmirik. 2 səbət üzüm olduğu üçün burada artıq miqdarını sayla müəyyən etmək mümkün deyil. Yəni kəmiyyət fərqi yaradan variant məhz olur E variantında. Daha sonra növbəti sual 67. Hansı bənddə kökü sayla omonim olan sifətdən düzələn söz işlənmişdir? Məncə bu mövzunu ikilikdə həll etsək daha doğru olacaq. Baxaq, düzəltmə söz axtaracaq təbii ki, düzələn söz soruşduğu üçün. İkilikdə sözü 2 sözün kökü sayla omonim olan deyir, amma 2 sözün özü sözün köküdür və özü saydı. Təbii ki, 2 sözün ümumiyyətlə heç omonimliyi yoxdur. Kökü sayla omonim olmadığı üçün A-ya baxmırıq. Sənin kimlərin azğınlıq eləməsindən, azğınlıq etmək birlikdə mürəkkəb feil olduğu üçün burada baxmırıq. Onun bir günlük mürəkkəb sözdür, ötürü uzaq məsafəni hər dəfə gəlib getməyə dözümü qalmamışdı. Dözməkdən dözüm ismi yaranır, lakin döz sözü saylomonim deyil. Daha sonra D variantına baxaq. Təbiət mi qızğınlaşıb, insanlar mı quzğunlaşıb, yoxsa dünya azğınlaşıb, fırlanır tərs beləsinə. Burada qızğınlaşmaq, quzğunlaşmaq, azğınlaşmaq düzəltmə sözlərdir. Qızmaq, qızğın, qızğınlaş, quzdan quzğun olmur. Quzğun, quzğunlaş, azğın, azğınlaş, azğınlaşıb. Bizdən şərtdə istəyirdi ki, sözün kökü saylı omonim olsun və sifətdən düzəlsin. Qızğınlaşmaqda sözün kökü qızmaqdır. Eyni zamanda burada qızğın sözündə qız sözünün omonimliyi var, sadəcə sayla omonim deyil. Quzğunlaşmaqda da quzğun sözü sayla omonimliyi yoxdur. Azğınlaşmaqda sözün kökü azdır. Azğınlaşmaqda azmaq feildir, sayla omonimdir və azğın sifətindən düzəlir. Çünki nədən düzəldiyini bilmək üçün son leksik atıb ondan əvvələ baxmaq lazımdır. Cavab olur D variantı. Bir zamanlar 50-ci illərin xatirəsinə qərq olar, yaşadığı acı günlərdən mütləq danışmağa bir şey tapardı. 50-ci düzəltmə sözdür. 50-ci. Lakin sözün kökü təbii ki, sayının omonimdir, çünki 50 sözü burada ilə saydı. Doğru cavab oldu D variantı. Sual 68. Hansı variantda saydan sonra gələn ismin yazışı düzgündür? Çoxlu az yaşlı ata-ananın məsuliyyətsizliyindən əziyyət çəkir. Az yaşlı, burada az yaşlı, yaşının az olduğu yəni mənasındadır. Az yaşlı və ismin yazılışı, burada ümumiyyətlə az yaşlı, çoxlu sözündən sonra isim təkdə də gələ bilər, cəmdə də gələ bilər. Amma burada az yaşlı sifətdir. Bir dəlinin ümidinə qalmaq min ağıllının dərdinə qalmaqdan betərdir. Burada da deməli bir dəli. Bir burada saydı, dəli sifətdir. Min ağıllının, min də saydı, ağıllı da sifətdir. Burada yəni saydan sonra isim gəlməyibdir. Nə qədər insanlar bu məsələdən agah olsa da bir o qədər də pisdir. Nə qədərdən sonra insanlar təkdə gəlməlidir. Cəmdə gəldiyi üçün yanlışdır. Bir çox verilişlər gündəmsiz aparıcıların əlində qalıb. Verilişlər yox, verilişlər olmalıdır. İ hərfi yazılmalıydı. Burada İ hərfi yazılmadığı üçün sözün yazışı səhvdir. Çox az rəhbərlik daxili problemləri özündə saxlayır. Çox az burada saydı, rəhbərlik isimli və yazışı doğru olduğu üçün doğru cavab olur E variantı. Daha sonra sual 69. Hansı cümlələrdə sayın işlənib işlənmədiyini əminliklə söyləmək olmur? Bizə bir qədər tanış gəlmişdi. Burada tanış isim kimi götürsək, yəni bizə tanış insan mənasında, bizə bir qədər tanış gəlmişdi, yəni tanış, qohum, əqrəba bu mənada götürsək, tanış isim, bu bir qədər say olur. Yox, tanış gəlmək feil kimi götürsək, o bizə tanış gəlmişdi, bir qədər tanış gəlmişdi, yəni bir qədər tanıdım, tanıdıq gəldi. Bu mənada olsa, bir qədərdən sonra feil gəldiyi üçün zərf olur. Yəni burada işlənib işlənmədiyini dəqiq demək olmaz. Say kimi də götürmək olar, eyni zamanda zərf kimi də düşünmək olar. Əminliklə deyə bilməyəcəyimiz üçün cavabım 1 olur. 1. Mən çox qazmaq istəyirəm. Qazmaq istəmək. Qazmağı burada feil kimi götürsək, qazmaq istəyirəm. Çox burada zərf olacaq. Qazmaq, aşın qazmağı olur da, qazmaq isim kimi. İsim kimi götürsək burada qazmağı. Bu zaman çox burada say olacaq. Yəni burada da dəqiq deyə bilmirik. Say da ola bilər, zərf də ola bilər. Ananın bircə oğlundan xəbəri yox idi. Ananın ikicə oğlundan xəbəri yox idi. Yəni 2 dənə olan bir oğlundan, 2 oğlundan xəbəri yox idi. Bunu say kimi də götürmək olar. Bir də deyirəm ki, ananın bircə oğlundan xəbəri yox idi. Yalnız oğlundan xəbəri yox idi. Ədad kimi də düşünmək olar. Bunu da dəqiq deyə bilmirik. Birincisi, məhz burada model olacaq, medal olacaq. Burada məhz ədad olduğu üçün
Təbii ki, birincisi, yəni dən sonra vergül olmamalıdır say məqamında. Lakin vergül olduğu üçün əminliklə deyə bilirik ki, burada birincisi modal sözdür. Yəni birincisi məhz burada meydal alacaq. Vergül olduğu üçün modal sözdür. Əminliklə deyə bilirik ki, say yoxdur. Əgər mən sonuncu olsam, sonuncu olmaq da burada əminliklə deyə bilirik ki, say yoxdur. Çünki sonuncu olmaq, birinci olmaq mürəkkəb fe'l olduğu üçün 5-də götürmürük. Doğru cavab olur 1, 2, 3, yəni C variantı. Daha sonra baxaq növbəti sual 70-ə. Hansı cümlədə sayın və sayla ifadə olunmayan müxtəlif cümlə üzvlərinin sayı eynidir? Məktəbin az şagirdi himnin oxunuşunda iştirak etməmişdi. İştirak etməmişdi. Kim? Məktəbin şagirdi. Nədə? Himnin oxunuşunda. Burada say azdır. Bir dənə say var. Eyni zamanda müxtəlif cümlə üzvləri isə 3-dür. Sayın sayı 1, cümlə üzvlərinin sayı 3 olduğu üçün bu ola bilməz. 10-cuların çoxunu da dəvət etmək. Dəvət etmədik kimi 10-cuların çoxunu. Burada 10-cular və çox saydı. 2 say var. 2 müxtəlif cümlə üzvü var. Cümlə üzvünün sayı da 2. Eyni zamanda sayların da sayı 2 olduğu üçün cavab olur B. Bir sırasını məhz birincilik uğrunda itirmişdi. Bir sırasını. Ne etmişdi? İtirmişdi. Nə üçün? Birincilik uğrunda. Nəyi sırasını, hansı sırasını? 1. Burada sayın sayı 1'dir, amma müxtəlif cümlə üzvlərinin sayı isə deməli sırasını tamamlıq var, zərflik var, xəbər var. Yəni bunların sayı bir-birinə bərabər deyil. Qaranlıq bir axşam idi. Burada ümumiyyətlə sayı yoxdur. Biraz məşəqqətli idi. Burada da sayı yoxdur. Çünki burada birazdan sonra sifət gəlib və biraz burada zərfdir. Sayı deyil. Doğru cavab oldu B bəndi. Növbəti 71. Həm homonimliyi olan say, həm də kökü sayla homonim olan düzəltmə söz iştirak edir. Digərində isə həm sayla homonimli olan söz, həm də homonimli olmayan say iştirak edir. Soruşur. A-ya baxaq. Gözəl bir günün ardından belə mənzərə ilə qarşılaşmaq yəqin ki 100 ildə keçsə təkrarlanmaz. Burada gözəl bir günün ardından belə mənzərə ilə qarşılaşmaq yəqin ki 100 il keçsə də. Burada 100 saydır. Gözəl 2 günün ardından deyə bilmirik. Burada bir ədaddır. Yəni homonimliyi olan say birincidə, yəni homonimli olan say yox, ədaddır burada. Həm sayla homonimli olan söz. Bir sözü burada sayla homonim olan ədaddır. Həm də homonim olmayan say iştirak edib. Yəni 100 homonim olmayan ədaddır. Bu ikinci fikrə uyğun gəldiyi üçün 2-yə yazırıq A-nı. Daha sonra B-yə baxaq. 42-ci ilin yay aylarında 416 altını yaratdı yurdum. Burada 42-ci saydı. 416-nı bu da saydı. 2 say işlənibdir. Homonimliyi olan say 42-cinin homonimliyi yoxdur. 416-nın homonimliyi yoxdur. Həm sayla homonimli olan söz. İkinciyə baxaq. Sayla homonimliyi olan söz də yoxdur. Ona görə B-ni heç birinə yaza bilmərik. Çox təhlükə görsə də bu hadisə onu lap səksəndirmişdi. Burada çox təhlükə, çox saydı. Səksənmək isə feildir. Homonimliyi olan say, eyni zamanda kökü sayla homonim olan düzəltmə sözü də var. Səksənmək, səksəndirmək. Birinci fikrə uyğun gəldiyi üçün 1-ə yazırıq C-ni. Orada xeyli maşın olsa da ən ucuz aparanına minmişdi. Xeyli maşın. Xeyli burada saydı. Sayla homonimli olan söz də varmı? Minmək sözü. Minmək feildir. Və eyni zamanda sayla homonimli olan deməli, homonimliyi olmayan say var. Xeyli sözü sayda homonimliyi yoxdur. Min sözü də feildir. Sayla homonimdir. Bu da ikinci fikrə uyğun gəlir. Çünki burada yazıb həm sayla homonimli olan söz, söhbət 80-dən gedir. Həm də homonimli olmayan say, söhbət xeylidən gedir. Daha doğrusu 80 yox, 1000. Yəni D-yə baxırıq. Ona görə hər iki şərt ödəndiyi üçün ikincidə 2-yə yazacağıq D-ni. E-yə baxaq. Biz 50 maşın meyvə alaraq 6-cı mərtəbəyə qaldırdıq. 50 saydı, 6-cı saydı. Homonimliyi olan say varmı? Baxaq. 50 ilə 6-cı. 50 sayı homonimliyi olan saydı. Eyni zamanda kökü sayla homonim olan düzəltmə söz deyir. Amma qaldırmaq sadə sözdür. Eyni zamanda başqa düzəltmə söz yoxdur. 6-cı var, o da saydı. Birinciyə uyğun gələ bilməz. Homonimliyi olan söz, homonimliyi olmayan say var. 50 sözü homonimliyi olduğu üçün ikinciyə də götürə bilmirik. Yəni E heç birinə uyğun gəlmir. Cavab olur 1-ə C, 2-yə A-dir, 1-ə C, 2-ədir, yəni E variantı. Sual 72. Hansı nümunələrdə altından xətt çəkilmiş hissədə ədəbi dilin norması pozulmuşdur? Şahın adamlarının gəldiyi kənddə onları 20 dənə əskər izləyirdi. Dənə yox, nəfər olar. Çünki insan anlayışına dənə demirik.
Yəni nümerati söz burada yanlışləndiyi üçün norma pozuntusu var. Cavabın 1 olacaq 1. Həsən çox müğənnilərdən daha yaxşı oxuyur. Çoxdan sonra ismin cəmdə gəlməsi yanlış deyil. Cəmdə də gələ bilər, təkdə də gələ bilər. Burada heç bir norma pozuntusu olmadığı üçün 2-ni götürə bilmərik. Biz bir çox sənət dostlarını buraya dəvət etmişdik. Bir sıra bir çoxdan sonra ismin cəmdə gəlməsi doğrudur. Yəni burada da heç bir norma pozuntusu yoxdur. 100 illər keçsə də türklərin əzəməti azalmayacaq. Müəyyən miqdar saylarından sonra il, əsr, yəni zaman məzmunu bildirən sözlər gəlsə, onların cəmdə işlənməsi norma pozuntusu sayılmır. Burada da heç bir norma pozuntusu yoxdur. 5-də alimin fikirləri bir sıra gəncin yolunu dəyişməsinə səbəb olmuşdur. 5-ci fikirdə alimin fikirləri bir sıra gəncin yolunu dəyişməsinə səbəb olmuşdur. Burada da alimin fikirləri bir sıra gənclərin yolunu dəyişməsinə səbəb olmuşdu olmalıydı. Gənclərin, yəni norma pozuntusu 1-də 5-dədir. 1-5 olacaq A variantı. Növbəti 73. Cədvəldəki uyğunluğu müəyyən edin. Cümlədəki yerinə görə saya, sifətin də sualı verilə bilər. Yəni hansı sualı? Sən hər zaman bizim qəlbimizdə birincisən. Neçəncisən? Burada san, sən şəxs sonluğu var. Yəni sifətin də sualına cavab verə bilər. Xeyr, burada sifətin sualına cavab verə bilmir. Birincisən, neçəncisən? Burada sifətin sualına cavab verməyəcəkdir. 3-cü sıra rəyasət heyətinə lap yaxındır. Çünki neçəncisən, yaxud da ki, hansısan olsa belə, sifətin də bir sual yoxdur. O, ismə məxsus şəxs sonluğu qəbul etdikdə də olur. Amma yazıb ki, burada yerinə görə, yəni hazırda cümlədəki vəziyyətinə görə necə cür hansı sualına cavab verir sifət, sayla da sifətin sualı hansıdır? Yəni hansı sualına cavab verməsini istəyir bizdən. 3-cü sıra rəyasət heyətinə lap yaxındır, yaxındır. Nə sıra, hansı sıra 3-cü? Burada 3-cü hansı sualına cavab verir? Hansısan, yaxud da ki, neçənsən sualına cavab vermir. Konkret olaraq hansı sualına cavab verir və sifətin də sualıdır. Hansı sualı? Ona görə 2-dir. Mən oradakı 4-cü şəxsi heç tanımırdım. Kimin şəxsi, hansı şəxsi 4-cü? Burada hansı sualına cavab verir? Cümlədəki saya yalnız sayın sualını vermək olar. Sən bu cədvəldə neçəncisən? Burada ümumiyyətlə say yoxdur. Neçəncisən əvəzlikdir. Bizim şəhərdə belə avtobuslar hələ azdır. Nə qədərdir azdır? Burada sayın sualını veririk. Daha sonra balaca bir otaqda bütün ailə yaşayırdı. Balaca bir otaqda. Burada cümlədəki say balaca bir otaqda bütün ailə yaşayırdı. Balaca 2 otaqda olmur. Burada balaca bir otaq. Burada bir ədaddır. Sayılmadığı üçün altında götürmürük. Cavab olur 2, 5, 2, 3, 5. 2, 3, 5 olur D variantı. Daha sonra baxırıq sual 74-ə. Tərkibində eyni sayda sayılan cümlələr üçün fərqli cəhətlərdir. 40-cı gün 40-cı 1, 20 yaşlı 22, Məlikdaz 500 nəfər, 500 seçmə pəhləvanla hasarın sol tərəfindən hücum edib şəhərə daxil oldu. Burada 3 say var. Məşədi Qurbanın 5-6 otaqdan ibarət bir mərtəbəli evinə bizdən başqa qohum-qonşudan 3-4 ailə yığılmışdı. Bir mərtəbəli burada sifətdir. 2 say var. 10 ömrə heç zaman dəyişmərəm mən. 10 dərinə boy verən qısa bir ömrü. Qısa 2 ömrü olmur. Burada say yox, ədad olur. Bir dənə say var. Bulud 6 ayazdır. Buludun 6, yəni 6 hissəsi. Burada 6 say deyil. Heyva çoxdur, nar azdır. Burada 2 say var. Bizə sayların sayı eyni olan cümlələr haqqında fərqli xüsusiyyət istədiyi üçün ikinci və dördüncü cümlənin fərqli xüsusiyyətlərinə baxacağıq. Nümunədə 2 mürəkkəb say işlənmişdi. Baxaq. 5, 6, 3, 4. 2 mürəkkəb say var, amma çox az da 2 sadə say var. Bu birində düz, birində yanlış olduğu üçün fərq sayılır. Cavabın 1 olur 1. Saylardan hər biri tələffüz formasında verilmişdi. 3, 4, 5, 6, 5, 6, 3, 4, 3, 4 olmalıydı. Yəni birinci fikir haqqında, birinci cümlə haqqında səhv, amma çoxdur, azdır, azdır, çoxdur yazılır, azdır, çoxdur tələffüz olunur. Və ikinci cümlə haqqında düz, birinci cümlə haqqında səhv olduğu üçün bu da fərqli xüsusiyyətdir. Bütün saylar müstəqil cümlə üzvüdür. Azdır, çoxdur, bunlar müstəqil cümlə üzvüdür. Digər cümləyə baxaq. 3-4 ailə yığılmışdı. Yığılmışdı nə ailə, nə qədər ailə? 3-4. Digərinə baxaq. Məşədi Qurbanın 5-6 otaqdan ibarət bir mərtəbəli evinə bizdən başqa qohum-qonşudan 3-4 ailə yığılmışdı. Məşədi Qurbanın evi 3-cü növ təyin söz birləşməsi olduğu üçün burada 5-6 müstəqil cümlə üzvü deyil. 3-cü növ təyin söz birləşməsinin yəni içərisinə daxildir. Ona görə bütün saylar müstəqil cümlə üzvüdür. İkinci, dördüncü cümlə haqqında düz.
ikinci cümlə haqqında isə səhvdir. Bu da fərq olduğu üçün 1-də 3-dür. Nümunədə həm sadə, həm mürəkkəb say var. Birinci, yəni ikinci cümlədə hər ikisi mürəkkəb, dördüncü cümlədə hər ikisi sadə olduğu üçün həm sadə, həm mürəkkəb say heç biri haqqında doğru deyil. Nümunədəki saylardan yalnız biri homonimdir. Çox və az hər ikisi homonimdir. Digərində isə heç bir homonim deyil. Bu da hər ikisi haqqında yanlış fikirdir. Ona görə doğru cavab olur 1, 2, 3, yəni B bəndi. Növbəti 75. Hansı nümunələr əsasında demək olar ki, qeyri-müəyyən miqdar sayları da numerativ sözləşdirə bilər. Bir neçə dəqiqədən sonra həkim otaqdan çıxaraq hamıya şad xəbər verdi. Burada bir neçə olacaqdır say, lakin burada numerativ söz işləməyib sayın yanında. Biri götürmürük. Onlardan 3-4-ünü alaraq mənim kənddəki evimə apararsan. 3-4 qeyri-müəyyən miqdar saydır, lakin burada yenə numerativ söz yoxdur. Biz bir sıra baş həkimləri yeni vəzifəyə keçirdik. Bir sıra burada deməli qeyri-müəyyən miqdar saydır. Sadəcə burada baş həkimdə baş sözü numerativ söz deyil. Baş həkim orada onun vəzifəsini bildirir və burada numerativ söz funksiyasında işlənməyibdir. Qardaşı 1-2 çimdik duz. 1-2 qeyri-müəyyən miqdar saydır. Çimdik duz isimlə say arasında gələn çimdik sözü burada numerativ funksiya daşıdığı üçün 1-i 4-dür. Bir neçə nəfər qonaqları qarşılayaraq yemək otağına dəvət etdi. Bir neçə nəfər adam olsaydı götürə bilərdik. Burada nəfər sözü artıq numerativlikdən çıxıb, çünki özünün aid olduğu ismi itiribdir. Həyətə toplaşan kəndlilər bir neçə dənə qarpızı binanın arxa tərəfinə apardılar. Bir neçə qeyri-müəyyən miqdar saydır, qarpız isimdir, dənə isə numerativ sözdür. Ona görə cavab olacaq 4-6 E variantı. Sual 76. Sifətlə başlayan, gəlin əvvəlcə buna baxaq. Bomboz üzünü şkafa çevirdi və birinin 41-ci səhifəsindən məktubu götürərək polisə uzatdı. Burada bomboş sifətdir, bunu hələ ki saxlayaq. Bomboş danışmaq, necə tərzdə bomboş zərfdir, götürə bilmərik. İgidlər sifət, sakit yaranan vəziyyətdən sui-istifadə edərək noyabrın 6-da işə getməmişdir. Sakit burada xüsusi isimdir, insan adıdır. 4-də sifətlə başlamadığı üçün 4-də götürmürük. Qoca sifət, cavan sifət. İndi isə baxaq. Birinci şərtimizə görə, sifətlə başlama şərtinə görə 2 və 4-ü cavablardan silə bilərik. Çünki 2-4 cavab olmayacaq. E variantı, D variantını silirik. İndi isə baxaq. Tərkibində əvəzlik olmayan, baxaq, bombozunu şkafa çevirdi və birinin 41-ci səhifəsindən məktubu götürərək polisə uzatdı. Birinin 41-ci səhifəsindən, yəni şkafa çevirib oradakı birinin, ikisinin 41-ci səhifəsində, orada birinin saydı. Sadəcə isimləşibdir, yəni əvəzlik yoxdur orada. Daha sonra ikinci şərtə baxaq. Daha doğrusu digər cümlələrə baxaq, sonra üçüncü şərtə baxarıq. İgidlər 12-ci briqadan əsgərləri hər bir şəhərin işğaldan azad olunmasında xüsusi canfəşanlıq göstərirdi. Burada hər bir şəhərin əvəzlik var. Ona görə əvəzlik olmayan deyə 3-ü də götürə bilmərik. 3 də cavabımız olmayacağına görə B və C də ola bilməz. Qocaların dediklərinə görə 11-ci ay burada yeni ilin başlanğıcı qeyd edilir. Burada zərfdə əvəzlik yoxdur. 5-i də götürərik. Cavanlar martın 5-də sonuncu yarışda iştirak edəcəklər. Burada da əvəzlik yoxdur. Sonuncu şərtə baxaq. Nümunələrdə sayın yazışında yanlışlıq var. 41-ci ayrı yazılmalı idi. Hər 3 tələb ödədiyi üçün cavabın biri 1-dir. Qocaların dediklərinə görə 11-ci yazılıb 11-ci olmalı idi. Burada da sayın yazılışında yanlışlıq var. Hər 3 tələb ödənir 5-dir. Cavanlar martın 5-də sonuncu yazıb sonuncu olmalıdır. Burada yanlışlıq var. Hər 3 tələb ödəndiyi üçün biri də 6-dır. Cavab olur 1, 5, 6, yəni A variantı. Növbəti sual 77. Hansı sözlər eyni sayda sual işarəsinin yerinə yazıla bilər? Numerativ sözlə işlənə bilir. Bir neçə nəfər adam işlənə bilər. Çoxlu nəfər adam demirik, 3-4 nəfər adam işlənə bilər. Bir sıra birinci numerativlə işlənmir. İkinciyə baxaq. Rusca sadə deyil. Bir neçə mürəkkəb, çoxlu düzəltmə, 1, 2, 2, 3 mürəkkəb. Bir sıra mürəkkəb, birinci isə düzəltmədir. Burada heç biri sadə olmadığı üçün hər birini yaza bilərik. 1, 2, 3, 4, 5. Hər biri yazıla bilər. Yerinə görə zərf kimi də çıxış edə bilər. Bir sıra yox, çoxlu çıxış edə bilər. Zərf kimi 2-ni yazırıq bura. Digərləri zərf ola bilməz. İzah etdiyi ismin yalnız təkdə işlənməsini tələb edir. 1, yəni bir neçə. Daha sonra çoxlu təkdə də ola bilər, cəmdə də ola bilər.
3, 4 yalnız təkdə tələb edir. Birinci isə həm təkdə, həm cəmdə ola bilər. Neçə sualına da cavab verə bilər. Neçə sualına cavab verən 2, 3-dür. Çoxludur, bir neçədir, bir sıra, birinci. Bunlar neçə sualına cavab vermir. Sadəcə 3-ü yazırıq. İsmi məxsus şəkilçi qəbul edə bilər. Bir neçə, çoxlu, 2, 3, bir sıra hamısı ismi məxsus şəkilçi qəbul edə bilər. Məsələn, bir neçəsi, bir sırada, çoxlusu, çoxludur, birincidir, 2, 3-dür və s. Hər birini aid edə bilərik. 1, 2, 3, 4 və 5-i. İndi isə baxaq. Birinci fikir bizə lazımdır. Eyni sayda sual işarəsinin yerinə yazıla bilər. Birinci fikir yazıla bilər. 1, 2, 3, 4 yerə yazıla bilər. İkinci fikir 3 yerə yazıla bilər. İkinci fikir. Daha sonra üçüncü fikir 4 yerə yazıla bilər. 1, 2, 3, 4, 5. Daha doğrusu 5 yerə yazıla bilər. Biri də buradadır. Daha sonra dördüncü fikir sadəcə 2 yerdədir. Dördüncü fikir 2 yerdə. Beşinci fikir də 2 yerdədir. Baxsaq görərik ki, dördüncü və beşinci yer 2 sual işarəsinin yerinə yazıla biləcəyi üçün cavab olacaq 4, 5, yəni C variantı. Sual 78. Saydan sonra işlənən isimin təkdə və cəmdə olması baxımından uyğunluğu müəyyən edin. Yüzlərlə isim təkdə də ola bilər, cəmdə də ola bilər. Doğru fikirdir. Burada yanlış yazılıb uyğunsuzluqdur. Azacıq isim təkdə də olar, cəmdə də. Azacıqdan sonra gələn isim təkdə olur, cəmdə olmaz. Bu yanlışdır. Burada da yanlış yazıldığı üçün uyğunluğun 1-2-dir. Çox isim yalnız təkdə olur, səhvdir. Təkdə də ola bilər, cəmdə də ola bilər. Burada da yanlış olduğu üçün uyğunluqdur. Bir neçə isim yalnız cəmdə olur, yanlışdır, təkdə olur. Burada doğru yazıldığı üçün uyğunsuzluq. Az-çox isim yalnız təkdə olur. Bu doğru fikirdir. Yanlış yazıldığı üçün uyğunsuzluqdur. 6-7 isim həm təkdə, həm də cəmdə olur, səhvdir, yalnız təkdə olmalıdır. Burada da yanlış olduğu üçün uyğunluq 6-dadır. 2, 3, 6 olur C variantı. 79. Oradakı bir sıra maşınlar üçün nəzərdə tutulub cümləsi ilə bağlı uyğunluğu müəyyən edin. Burada sayı bir sıra kimi də düşünmək olar. Bir sıra maşınlar. Bir də bir sıra maşınlar. Bir ayrıca say, sırada isim kimi iki cür düşünmək olar. Cümlə təyinlə başlayır. Baxaq. Nəzərdə tutulub. Oradakı bir sıra maşınlar üçün nəzərdə tutulub. Oradakı maşınlar hansı? Oradakı bir sıra. Həm təyin kimi düşünmək olar bunu. Həm də oradakı nəzərdə tutulub mübtədə kimi düşünmək olar. Yəni cümlə təyinlə başlayır fikri fakt yox, ehtimaldır. Bunu götürmək olmaz. Cümlədə qeyri-müəyyən say vardır. Bu da ehtimaldır. Bir sıra olsa qeyri-müəyyəndir. Bir sıra olsa bir orada müəyyən miqdar say olar. Yəni bu da ehtimaldır, fakt deyil. Xəbər düzəltmə sözlə ifadə olunubdur. Bu yanlışdır. Çünki nəzərdə tutulmaq mürəkkəb feildir. Cümlədə say vardır. Bu ehtimal yox, dəqiqdir. Ya bir sıradır, ya da birdir. İstənilən məqamda say var. Nümunədəki say homonimdir. Bu ehtimaldır, bəli. Çünki bir sıra olsa bir sıranın homonimliyi yoxdur. Lakin təkcə bir sıra isim, bir say olsa birin homonimliyi var. Bu da ehtimal olduğu üçün və ehtimal yazıldığı üçün doğru cavab olur E variantı. Sonuncu 80-ci suala baxırıq. Hansı fikirlər müəyyən miqdar sayları üçün yanlış, qeyri-müəyyən miqdar saylar üçün doğrudur? Əvvəlcə gəlin müəyyən miqdar saylar üçün yanlışları tapaq. Quruluşca sadə düzəltmə mürəkkəb ola bilər. Bəli, bu yanlışdır müəyyən miqdar saylar üçün. Çünki müəyyən miqdar sayları sadə və mürəkkəb olur, düzəltmə olmaz. Bəzi nümunələri homonimliyə malikdir. Müəyyən miqdar saylarından, bəli, bəziləri 1-dir, 1000-dir, bunlar homonimliyə malikdir. Bu doğru fikirdir. Lakin bizə birinci haqqında səhv istənildiyi üçün biz 2-ni götürə bilmərik. Biz müəyyən miqdar say haqqında səhvlər axtarırıq. Müstəqil şəkildə cümlə üzvü kimi təyin və xəbər roluna çıxış edə bilər. Bu doğru fikirdir. Bizdən yanlış istənildiyi üçün 3-ü götürə bilmərik. Defislə yazıla bilir. Yanlışdır. Müəyyən miqdar say defislə yazılmır, ayrı yazılır. Mürəkkəb olanları yalnız ayrı yazılır. Müəyyən miqdar saylarından mürəkkəb olanları, bəli, yalnız ayrı yazılır. Kiçik yazılmır. Nədə defislə yazılmır? Bu doğru fikirdir. Yəni ayrı yazılır fikri, yalnız ayrı yazılır. Məsələn, 15 kiçik yazılmır, daha doğrusu yalnız ayrı yazılır. Bu doğru fikirdir. Ayrı yazılır. İndi isə biz birinci haqqında doğruları götürə bilmərik, 5-i də götürmürük. Keçək ikinci haqqında, qeyri-müəyyən miqdar say haqqında düzü tapaq. Quruluşca sadə düzəltmə mürəkkəb ola bilir, doğrudur.
Birinci haqqında səhv, ikinci haqqında düz olduğu üçün cavabın biri 1-dir. Devs ilə yazıla bilir. Müəyyən miqdar sayı haqqında səhvdir, lakin qeyri-müəyyən miqdar sayı haqqında düz olduğu üçün bu da düzgün olacaq. Yəni 3, 4, 5, 6 qeyri-müəyyən miqdar sayıdır və devs ilə yazılır. Ona görə də cavab olacaq 1, 4, yəni A variantı. Belə əziz müəllimlər, izahımız bu qədər. Hələlik.